17-ci fəsil. Bu gün avqust ayının 4-ü, şənbə günü idi. Ofisdəki uğurluluğun detallarına, ən əsası da dəvətnamənin sirrinin açılmasına böyük ölçüdə aydınlıq gələcəkdi. Ofis daxilində özünü jurnalist, kənarda müxtəlif peşə sahibləri kimi təqdim edən Nağzadə bu gün əsl kimliyini tanıdacaqdı. Artıq sonuncu həmlə olmalı idi. Bu dəfə də Respublikanın şimal-şərqində yerləşən rayonlara yorucu səfər planlaşdırmışdı. Yami Yohansinin təyin etdiyi plana uyğun olaraq 3 şübhəli şəxslərin üçü də həmin bölgələrdə izamətdə idi. Planının çoxluğundan heç biri işlərini bitirib paytaxta qayıda bilməmişdi. Axşam saat 6-ya qədər onlar öz işləri ilə məşğul olmalı idi. Onda hər üçü ilə işlədiyi ərazilərdə görüşmək mümkün olacaqdı. Bu gün həmçinin həlledici bir gün idi. Nağzadənin həyatı mövcudluğuna böyük ölçüdə aydınlıq gələcəkdi. Bu gecə Bığ Ələsgərin öz dəstəsi ilə birgə nə dərəcədə zərərsizləşdirilməsini təxmin etmək çətin idi. Dostu Ayazdan hələ ki səs-soraq yox idi. Saat 8-də artıq səhər yeməyini bitirdilər. Yenə də bəzi məsələlər var idi ki, onu da Nicata izah etmək lazım gəlirdi. Bu gün təhqiqatımızın ən həlledici məqamı olacaq. Cümə axşamı etdiyin səhvi bu gün aradan qaldırmalısan. Bunu nə cür edəcəksən, sözsüz ki bilirsən. Amma xatırladıram ki, mənə mağazada həkk olunmuş video müşahidə kameralarındakı görüntülərin surəti lazımdır. Xəfiyyə televizor atılığından 2 ədəd kiçik ölçülü yaddaş kartı çıxartdı. Onlardan birini Nicata verdi. Digərini isə özündə saxladı. Həmin görüntüləri bura köçürərsən. Əlavə bir diqqət cəlb etməməyin şərtdir. Mənimlə də X bankının mərkəzi filialının qarşısında görüşərik. O, bank filialının yerləşdiyi ünvanı Nicata izah etdi. Sən sadəcə avtomobillə bankın qarşısında məni gözləyərsən. Nicat hər şey aydın olduğunu bildirib mənzili tərk etdi. Sanki onun mənzili tərk etməsini gözləyirmiş kimi telefonda SMS tonu eşidildi. Məktub dostu Ayazdan idi. Parollu məktuba əsasən axşamçı əməliyyatının uğurla sona yetdiyini öyrəndi. Bu növbəti əla xəbər idi. Onun qarşısındakı ən böyük sədd götürülmüşdü. Deməli, əməliyyatı uğurla sona çatdırmaq üçün sərbəst hərəkət etmək mümkün idi. Hərçənd ikinci təhlükə hələ sovuşmamışdı. Amma onun həmləsi peşəkar Ələsgərdən təhlükəli ola bilməzdi. Mobil telefonla bu gün görüşmək istədiyi proqramçılara zəng etmək lazım idi. Hafiz Xosrovoğlundan aldığı siyahı əsasında növbə ilə Rafaelə, Tapdığa və Yavərə zəng etdi. Hər üçünə nə məqsədlə görüşmək istədiyini başa saldı. Onlarla harada və necə görüşəcəkləri barədə razılığa gəldi. Nicatın mənzili tərk etməsindən təxminən yarım saat vaxt keçmişdi. Həmişəki qaydada binanın ətrafını diqqətlə nəzərdən keçirdikdən sonra taksi ilə X bankının mərkəzi filialına getdi. Xəfiyyənin hesablamasına görə ofisdəki uğurluq ilə əlaqədar olaraq Azərbaycandan Rusiya Federasiyasına pul köçürülməsi edilmişdi. Həmin pul köçürülməsinə əsas səbəb qismində ya sarışını, ya da onun havadarı uzunu görürdü. Xüsusi arxayınlıqla banka daxil olub filial müdürü ilə salamlaşdı. Gəlişinin əsl məqsədini izah edərək ona Sadiqin tələbə yoldaşı olduğunu bildirdi. Filial müdürü onu səmimiyyətlə qarşıladı. Hər cür kömək etməyə hazır olduğunu dedi. Nağzadə Sadiqin verdiyi məlumat əsasında ötən ayın 11-də Rusiya Federasiyasına pul köçürülməsi edən adamın bankın video müşahidə kameralarında qeyd olunmuş görüntülərinə baxdı. Görüntü kifayət qədər maraqlı idi. Pulu bir qadın köçürmüşdü. O, həmin görüntünü öz kartına köçürdü. Hərçənd xəfiyyə pul göndərişi edən adamın sistemə salınmış sənəd əsasında məlumatlarını öyrənə bilərdi. Bu daha asan başa gələrdi.
Amma onun surətinə baxmaq olduqca zəruri idi. Cəryan edəcək əsas hadisələr Nicatın baş çəkdiyi mağazaların video müşahidə kameralarında qeyd olunan görüntülərindən asılı idi. Əvəzsiz məlumatların əldə olunmasında göstərdiyi köməkliyə görə filial müdirinə xüsusi minnətdarlığını bildirib bankı tərk etdi. Bayıra çıxan kimi Nicatı gördü. O, avtomobili bank ilə üzbəüz yerləşən parkın kənarında saxlamışdı. Yəqin ki, işini ehtimal olunan vaxtdan biraz da tez görüb qurtarıb. Düşüncəsi ilə Nağızadə avtomobilə yaxınlaşdı. Sakitcə keçib onun yanında əyləşdi. Nicat işlək vəziyyətdə olan avtomobilini dərhal oradan uzaqlaşdırdı. Xəfiyyə bankdan götürdüyü yaddaş kartını əldə bərk sıxıb saxlamışdı. Onu hər şeydən öncə bankdan pul köçürülməsi edən adamın şəxsiyyəti maraqlandırırdı. Nəyə görə? Görəsən Rusiya Federasiyasına pul köçürülməsi edən adam qadın idi. Bəlkə axtarışı lazımi qaydada aparmaq əvəzinə hansısa bir səhvə yol vermişdi. Bəlkə bu səhvi ya Sadiq, ya da daha doğrusu onların baş əməliyyat meneceri, ya da X bankının mərkəzi filialı etmişdi. Lap tutaq ki, onların ikisi də xəfiyyə ilə birgə bir səhv buraxmışdılar. Belə olan halda necə ola bilər ki, axtarışın nəticəsi həmin qadının üzərinə gəlib dayanmışdı? Suallar ifrat dərəcədə idi, cavablar isə konkret deyildi. Nağızadə qapının əl dəstəyindən möhkəm yapışmışdı. Barmaqlarının ucu ilə döyəclədiyi taqqıltı salonçu sükut ilə tərs mütənasiblik təşkil edirdi. Dərin fikirlərə qərq olanda gözlərini yumub barmaqlarını taqqıldatmaq adəti idi. Telefon zəngi onu fikirlərindən ayırdı. Zəng Rusiyada yaşayan qardaşından idi. Alxaz, mən sənin dediklərinə dair bir şey öyrənə bildim. Dünən isə heç cür vaxt tapıb səni zəng edə bilmədim. Lakin başa düşə bilmirəm. Axı sən elə bir insan barəsində niyə maraqlanırsan? O adam sənin nəyinə lazımdır? O hara, sən hara? Qardaşı ciddi formada xəbər aldı. Biraz da əsəbləşdiyi hiss olunurdu. Gözlərindən xəbər öz effektini vermişdi. Onun bu cür əsəbləşməyi başa düşülən idi. Özünü o yerə qoymadan soruşdu. Necə yəni? Başa düşmədim. Nəyi başa düşmürsən? Sənin o soruşduğun adam normal insan deyil. Həmin vilayətə gəldiyi 10-15 ildən artıqdır. Əyyaşın biridir. Düzdür, deyilənə görə əvvəllər vəziyyəti pis olmayıb. Normal iş qura bilmiş. Sonralar isə heç kimə məlum olmayan səbəblərə görə içkiyə qurşanıb. Bunun da nəticəsində ailəsi də ondan imtina edib geri qayıdıb. Təxminən 6 ildir ki, yerli bazarda vaxtını sərxoşluqla keçirir. Ancaq son vaxtlarda gözə dəymir. Hara getdiyini isə heç kimsə bilmir. Məlumatın belə olduğunu sadəcə təxmin edən Nağızadə bunun doğru olmasından məmnun idi. Bu məlumata görə təşəkkür etdi. Qardaşının təəccübü hələ də davam edirdi. Mənə çatmır ki, Alxaz, belə bir insanla sənin nə əlaqən ola bilər? Ümumiyyətlə, onun barəsində maraqlanmağın mənə qəribə gəlir. Bilirsən ki, adi bir şeydən ötürü sənə zəng etməzdim. Xəfiyyə qardaşına inandırmağa çalışdı. Keçən dəfə də belə deyirdin. O Nağızadənin bir neçə ay bundan əvvəl hansısa bir kafenin fəaliyyətini öyrənmək istədiyini xatırlatdı. İşləmirsən, amma belə məlumatlarla çox maraqlanırsan. Özünü normal iş tap, Alxaz. Sənin əyyaşlarla, kafelərlə işin yoxdur. Nəzərə alaram, söz verirəm. Bu ən qısa və əmin cavab idi. Qardaşına təşəkkür edib zəngi bitirən Nicatın idarə etdiyi avtomobil artıq şimal bölgəsinə aparan əsas magistral yolda idi. Son zamanlarda sürət həddinin artırılmasına dair olan qanunvericilik Nicatın işinə yarayırdı. Bu dəfə nişanlarda göstərilən sürəti aşaraq tələbi postda da vaxt udmaq istəyirdi. Qrup rəhbərinin verdiyi məlumatlara əsasən Eyvazov Rafael bu həftə ərzində Şabran rayonunda işləməli idi.
Yolüstü ilk olaraq onunla görüşmək daha məntiqli olardı. Çünki o biri neçə saatdan sonra işlərini bitirib Bakıya qayıdacaqdı. Nicat hündürlükdə yerləşən bir kafedə avtomobili saxladı. Birlikdə keçib içəridəki boş otaqların birində əyləşdilər və ofisianta yalnız çağıran zaman onlara yaxınlaşmağı tapşırdılar. Xəfiyyə əlindəki vərəq dəstlərindən proqramçılar barədə olan məlumatı axtarıb tapdı. Əvvəlcədən işçilərə görüş barədə xəbər vermişdi. İlk olaraq Eyvazov Rafaelə zəng etdi. Amma onun telefonu bağlı idi. Zəng çatmırdı. Bir neçə dəfə zəng etdi. Hər dəfə də operatorun ənənəvi, avtomatik sözlərini eşitdi. Rafaelə zəng çatmadığını görüb onun sürücüsünün nömrəsini yığdı. Digər ki, onun da telefonu bağlı idi. Nağzadənin içində şübhələr baş qaldırdı. Onların heç birinə zəng çatmamağı olduqca qəribə idi. Axı onunla görüşəcəyimi əvvəlcədən bilirdi. Ortadan yoxa çıxması nə demək idi, deyə öz-özünü düşündü. Deyəsən bəzi qaranlıq qalan məsələlər yavaş-yavaş aydınlaşmağa başlayırdı. Şübhələnməyə əsaslar var idi. Onda belə çıxırdı ki, onun bankda kredit götürmək istəyi xüsusi məqsəd daşıyırmış. Bununla alibi qazanmaq istəyirmiş. Planının ilk mərhələsini uduzmaq istəmirdi. Biraz bundan əvvəl iştahla kəsdiyi bir parça çörək masanın üzərində qalmışdı. Demək olar ki, bütün iştahı pozulmuşdu. Nicat yeməyini bitirib qurtarmışdı. Ofisianta çağırıb hesabı ödədi. Nicat xəfiyyənin göstərişi ilə avtomobili Şabran rayon Yerli Yol İstismar İdarəsinin binasına tərəf istiqamətləndirdi. 10 dəqiqəyə idarəyə çatdılar. Rəis işləri ilə əlaqədar idarədə deyildi. Onları idarənin baş mühasibi qarşıladı. Baş mühasib söhbət əsnasında bunları bildirdi. Xosrofoğlu şirkətindən gəlmiş sürücü ilə proqramçı bir həftəyə yaxındır ki, bizim yerli yolları elektron versiyada işləyirlər. Bələdçiliyi ustamız edir. 2 saat olar ki, üçü də birlikdə 70 kilometrlik dağ yolunu işləməyə gediblər. Yolun vəziyyəti bərbad olduğundan gedib gəlmək ən yaxşı halda 4-5 saat vaxt aparır. Nağzadəni bu cavab qane etmədi. Bəs telefonu niyə bağlıdır? Baş mühasib masterin nömrəsinə zəng etdi. Onun da telefonu bağlı idi. Yadına nə düşdüsə gülümsünüb dedi. Tamam unutmuşdum. Həmin yerlərdə mobil telefonun şəbəkəsi olduqca zəifdir. Heç bir telefon işləmir. Narahat olmayın. 2 saata gələrlər. Onsuz da buraya olan səfəriniz barədə mənə demişdilər. Amma sizi gözləyib vaxt itirmək istəmirdilər. Bu günə nəzərdə tutulan işlər yekunlaşdırılmalıdır. Deməli, şübhələnməyə əsas yox idi. 2 saat oturub onları gözləmək isə axmaqlıq olardı. Baş mühasib ilə sağollaşıb oranı tərk etdilər. Növbədə ikinci proqramçı, Qəzənfərli Yavər ilə görüşmək var idi. Onun işlədiyi rayona daxil olmazdan əvvəl telefonu çıxarıb zəng etmək qərarına gəldi. Çox çəkmədi ki, zəngə cavab verildi. Qəzənfərli Yavər ona bir neçə dəqiqədən sonra Bakıya çatacaqlarını dedi və bunu hamilə xanımının qəfildən halının pisləşməyi ilə əlaqələndirdi. Alxaz Nağzadə telefonunu bağladı. Hamilə həyat yoldaşına görə onu yaxşı başa düşsə də, planının alınmamağına görə xeyli əsəbləşmişdi. Dədənsə elə düşünürdü ki, onu ələ salırlar. Ələ salmağını kiməsə bağışlamazdı. Amma indi bu bir fakt idi ki, onu əməlli başlı dolamışdılar. Sanki hansısa bir gözə görünməz varlıq onun planından əvvəlcədən xəbərdar olaraq əks hücum ilə hər şeyi alt-üst edirdi. Qəfildən Nicata avtomobili yol kənarında saxlamağı əmr etdi. Nicat hərəkət intensivliyinin az olduğuna görə onun dediyinə asan formada əməl etdi. Alxaz Nağzadə hərəkət etmədən avtomobildə başını arxaya söykəyərək yenə gözlərini yumdu. Təhlükəsizlik kəmərindən istifadə etməsinə baxmayaraq qapının əl dəstəyindən bərk-bərk yapışdı. Bu vəziyyətdə kənardan o sanki qəzalı bir vəziyyətə əvvəlcədən hazır imiş kimi görünürdü.
Təxminən 20 dəqiqəyə yaxın belə formada qaldı. Dodaqlarının sürətlə, səssiz tərpənməyindən savayı Nicat heç nə müşahidə edə bilmirdi. Salondakı ölü sükutu yalnız onun barmaqlarının taqqıltısı pozurdu. Sanki barmaq səsləri ilə hansısa bir əsəri öz fantaziyasında uyğun olaraq səsləndirmək istəyirdi. Ehtiyatında cəmi bir gün var idi. 5 gün ərzində cinayətkarı oğurlanmış sənəd və pulları tapa bilməməsinə görə təəssüf hiss edirdi. Gözlərini yavaş-yavaş açıb, əmin, sakit səslə Nicata dedi. Bacardıqca sürəti artır və birbaşa Bakıxanov küçəsindəki mənzilə sür. Nicat avtomobilin sürətini qısa zaman kəsiyində tənzimləyə biləcəyi ən yüksək həddə çatdırdı. Avtomobil geriyə, Bakıya doğru istiqamət aldı. Yolda heç bir fövqəladə hadisə baş vermədi. Cəmi 70 dəqiqədən sonra onlar artıq Bakıxanovdakı kirayə olunan mənzildə idilər. Nağızadə əynindəki paltarları dəyişib yüngül geyimlər geyindi. Noteboku və indiyə qədər əldə etdiyi bütün material və məlumatları sıra ilə masanın üzərinə düzdü. İndi yalnız düşünməklə yox, məlumat və materialları əyani surətdə bir-biri ilə tutuşturmaqla müsbət nəticə almaq istəyirdi. İlk öncə ötən həftənin bazar ertəsi günü ofisin video müşahidə kameralarının görüntülərinə təkrar nəzər saldı. Sonra qrup rəhbəri Yami Johansen, onun köməkçisi Ari Puhakka və Willi Latheninin və qeydiyyatçı Badam ilə söhbət əsnasında özünün apardığı qeydləri bir-biri ilə tutuşturmağa başladı. Daha sonra isə ezam olunmuş işçilərin layihələrindəki işlərin görüntülərini seyr etdi. Tutuşdurulan məlumatlar əsasında görüntülərdən indiyə qədər lazımınca dəyərləndirə bilmədiyi detallar görünürdü. Ofisdəki oğurluğun baş verməsindən 3 şübhəli şəxsdən yalnız birinin xarakteristikası, davranışları, psixoloji durumu və mövcud vəziyyəti xəfiyyə üçün aydın olmağa başlayırdı. Hələ ki, onun barəsində yekun qərar verməyə tələsmədi. Amma hər ehtimala qarşı adını vərəqin aşağı sol küncünə yazdı. Onun barəsində kimdən, nə öyrənmişdisə, qeydləri bir-biri ilə müqayisə edərək araşdırmalara başladı. Şübhə yeri yox idi. Oğurluğu məhz o etmişdi. Sadəcə onun ifşası üçün faktlar o qədər də yetərli deyildi. Bir neçə nəfərə ediləcək zənglər hər şeyi aydınlaşdıracaqdı. Sürətlə masanın üzərindən demək olar ki, hər şey yığışdırdı. Lazımlı məlumatları bir tərəfə, artıq öz əhəmiyyətini yitirmiş materialları isə digər tərəfə qoydu. Masanın üzərində yalnız notebook və 2 ədəd yaddaş kartını saxladı. Yaddaş kartlarının biri bankın, digəri isə Nicatın baş çəkdiyi mağazaların video müşahidə kameralarına məxsus sürətlər idi. O yol boyu beynində düşündüklərini kiçicik bir səhv etmədən həyata keçirmək istəyirdi. Xəfiyyənin hər bir hərəkətinə Nicat kənardan maraqla tamaşa edirdi. Onun monitora zillənmiş baxışları və düymələr üzərində sürətlə işləyən barmaqları daha çox diqqətini çəkirdi. Alxas Nağızadə əvvəlcə bankdan köçürdüyü görüntünün sürətinə baxdı. Pul köçürməsini edən qadının hər bir hərəkətini diqqətlə izləməyə başladı. Sonra Nicatın mağazadan əldə etdiyi görüntülərə tamaşa etdi. Telefonlarından hansısa zəng çalındı. Amma ya zəngin səsini eşitmirdi, ya da buna əhəmiyyət vermirdi. Bütün fikirləri notebookda idi. Düz bir saata yaxın idi ki, səbirlə hər mağazada bir neçə dəqiqə ərzində qeydə alınmış görüntülərə tamaşa edirdi. Hər bir alıcının üz ifadələrinə, geyimlərinə, hətta saç formalarına da diqqət yetirirdi. Ona lazım olan adamı nə yolu ilə olursa olsun, o 5 nəfərin içərisində axtarıb tapmalı idi. Tapılması da sanki mütləq möcüzə baş verəcəkdi. İnadla yenidən baxdı. 4-cü qovluqda qeyd olunmuş görüntü ki,
Sarı saçlı qız nədənsə diqqətini cəlb etdi. O sarı saçlı qızın hər bir hərəkətini asta hərəkət tempinə qoyaraq dərindən izləməyə başladı. Yuxarıdan aşağı çəkilmiş görüntülərdə onun sarı uzun saçı, arıq bədəni, iri döşləri və qəribə yerişi nəzərə çarpırdı. Qız addımını əcaib tərzdə bir-birindən aralı atırdı. Görüntünü yaxınlaşdırdıqca təhrif etdiyindən üz quruluşunu aydın görmək mümkün olmadı. Xəfiyyə müəyyən bir vəziyyətdə videonu saxla düyməsini basaraq görüntünü saxladı. Bu cür vəziyyətdə qız ön tərəfdən kameraya doğru istiqamətlənmişdi. Başı aşağı dikilmiş halda idi. Notebook eyni anda özünə 3 yaddaş kartını qoşmaq imkanına malik olduğuna görə ikincisini, bankdan köçürülən kartı da ora birləşdirdi. Notebookun açılan pəncərəsindən X bankının mərkəz filialında Rusiya Federasiyasına pul köçürülməsini edənin görüntüsü əks olundu. Bu görüntünü kamera giriş qapısının içəridə qeydə alınmışdı. Yenə də müvafiq düyməni sıxaraq görüntünü saxladı. Bu dəfə onun sifəti nisbətən aydın görünürdü. Nağızadə gülümsəyərək nəzərlərini monitordan ayırdı. Əl işarəsi ilə Nicatı yanına çağırdı. Monitordakı bu iki kiçik pəncərəyə diqqətlə bax. Nicata müraciət etdi və hər ikisini rahat görə bilməsi üçün notebooku tən ortaya çəkdi. Səncə bu iki pəncərədəki insanların bir-biri ilə hansısa bir oxşarlığı varmı? Xəfiyyə kadrları ayrı-ayrılıqda biraz qabağı çəkdi. Bir neçə dəqiqəliyinə Nicatın seyr etməsi üçün imkan yaratdı. Nicat hər ikisinə bir xeyli tamaşa etdi. Amma cavab vermək çətin olduğundan çiyinlərini çəkdi. Var, Nicat. Öz sualına elə özü də cavab verdi. Həm oxşar, həm də fərqli cəhətləri görmək mümkündür. Bax, görüntülər ayrı-ayrı tarixlərdə qeydə alınmışdı. Hər ikisi şəxsin fərqli stil, saç düzümü və görünüşləri var. Amma nisbi oxşarlıqları da var. Daha doğrusu, bu oxşarlıqlar mütləqdir. Nicat xəfiyyənin qəliz danışığını bir o qədər də başa düşmədiyindən soruşdu. Necə yəni Alxas müəllim? Onlar eyni qızdırlar, Nicat. İki fərqli görünüş təsirinə malik eyni adam. Nicatı heyrət hissi bürümüşdü. Öz-özünə sual verməyə başladı. Axı banka və mağazalara baş çəkməyi, oradakı video görüntüləri köçürməyi Alxas müəllim haradan bilmişdi? Sarışın və uzun adamı axtardığı vaxtda bu qız haradan peyda olmuşdu? O qızın araşdırmalara nə adiyyatı var idi? Nağızadə yaddaş kartlarını çıxardıb notebooku söndürdü. Bayaq ona zəng gəldiyini xatırlayıb telefonun displeyinə nəzər saldı. Dostu Ayazdan cavabsız bir zəng və bir dənə də SMS gəlmişdi. SMS-də onunla bu gün görüşmək barədə məlumat var idi. Dostuna yazdığı ilk cavab SMS-ində onunla bu gün yox, sabah səhər tezdən görüşə biləcəyini bildirdi. İkinci SMS-də isə onun iki adam barədə məlumat əldə etməyini xahiş etdi. Həmin adamların ad, soyad və qeydiyyatda olduğu ünvanları SMS-lə göndərdi. Bugünkü plan düşünüldüyü kimi heç də uğursuzluqla nəticələnməmişdi. Proqramçıların heç biri ilə görüşmək onlara müəssər olmasa da, əvəzində digər zəruri məlumatlar aşkara çıxmışdı. Sözsüz ki, bu günlərdə Nicatın zəhmətini qiymətləndirməmək olmazdı. O tapşırıqların öhdəsindən bir o qədər də ciddi nöqsan buraxmadan gəlmişdi. Nağızadə bir neçə materialları saxlayıb, digərlərinə artıq yer tutduğu üçün zibil qutusuna atdı. Nicata yata biləcəyini bildirib özü vanna otağına keçdi. 18-ci fəsil Avqustun 5-i idi. Hesablamalarına görə bu gün təhqiqatın sonuncu günü olmalı idi. Əgər hansısa sürpriz ilə qarşılaşmasaydı, həm uğrunu ifşa edəcək, həm də sənəd və pulları tapa biləcəkdi. Dünən gecə uğrunun şəxsiyyətini müəyyən edə bilsə də, onun həbsi ilə əlaqədar qəti bir fikrə gələ bilmirdi. Tərəddüdlü fikirləri ilə uğrunun həbsindən daha çox
sənədlərin tapılaraq şirkət sahibinə problemsiz çatdırılmasını istəyirdi. Dostu Ayaz'a 2 nəfər barədə məlumat toplamağı xahiş etmişdi ki, onlardan biri bankdan pul köçürən və mağazadan məlum bir əşyanı alan həmin qız, digəri isə Rusiyadan pulu təhvil alan Viktor Ryazantsev idi. Məhz onun verəcəyi bir neçə vacib məlumatlara əsasən təhqiqat bu gün böyük ölçüdə sona çatdırılacaqdı. Ənənəvi duşdan sonra mətbəxə keçib çay dəmləmək istədi. Nicat yatağından yenicə durmuşdu. Görünür, son günlərin gərginlik və əziyyəti ondan da yan keçməmişdi. Xəfiyyəni görəcək, sabahınız xeyir dedi. 5 dəqiqədən sonra qapını eyni anda zəng və taqqıltısı eşidildi. Gözü ilə baxmağa ehtiyac olmadı, çünki dostu Ayaz Ağayevin belə erkən gəlməsini Nağızadə özü xahiş etmişdi. Odur ki, qapını dərhal açdı. Əvvəlcə hər üçü qonaq otağında birlikdə xəfiyyənin yenicə dəmlədiyi çayın dadına baxdılar. Sonra Nicat onları təklikdə qoyub mətbəxə keçdi. Nağızadə çox da uzatmadı. Belə erkən çağırmağıma görə gərək məni üzürlü hesab edəsən Ayaz. Məqsədim təhqiqatın son mərhələsindəki bəzi məsələləri səninlə dəqiqləşdirməkdir. Bunu eşitmək dostu üçün xoş olsa da təəccübünü gizlədə bilmədi. Necə? Sən deyirsən təhqiqat sona çatdırırsan? Yəni belə tez? Təmkininin zərrə qədər də dəyişməyən xəfiyyə dilləndi. Burada təəccüblənəsi və ya xüsusi qabiliyyətə malik heç nə yoxdur. Təhqiqat həmişəki qaydada aparılırdı. Sadəcə şansla bərabər biraz artıq zəhmət çəkmək və düşünmək lazım gəldi. Nə qədər şifrəli ünsiyyətə üstünlük versələr də, onun müəmmalı danışıqlarından dostu bəzən təngə gəlirdi. İndi də təhqiqatı cəmi 5 günü başa çatdırmağına inanmağı gəlmirdi. Onun deməyindən belə çıxırdı ki, sanki özünün qeyri-adi adlandırdığı uğurluğu şəxsiyyəti əvvəlcədən məlum olan bir adam etmişdir. Dostundan səs çıxmadığını görən Alxas Nağızadə özü söhbətə başladı. Əməliyyatınız bütövlükdə necə nəticələndi Ayaz? O sanki nələrsə götür-qoy etdi. Biraz gec cavab verdi. Onu sənə deyim ki, elə bir sim kartı əldə etmək prinsipi etibarıyla onların ifşası demək idi. Bununla belə onların peşəkarcasına hərəkət etmələri işimizi biraz çətinləşdirirdi. Amma buna baxmayaraq bizim 2 günlük zəhmətimiz öz bəhrəsini verdi. Cümə günü gecə saat 4-də dəstənin əsas üzvləri bir yerdə ələ keçirildi. Dəstənin əsas aparıcı qüvvələri 17 nəfər idi. Digər üzvləri isə müxtəlif yerlərdə zərərsizləşdirildi. Başçıları da sənə məlum olan Bığ Ələsgər ləqəbli Ələsgər Əzimovdur. Sövdələşməni də səninlə özü şəxsən aparıbmış. Sadəcə o həmin vaxt özünün sənin yanında kimdənsə asılı bir nəvər kimi qələmə verib. Həm də üzünü sənə göstərmədiyindən sən onun uzun bığlarını görə bilməmisən. Xəfiyyə üçün bu məlumatlar elə də önəmli deyildi. Odur ki, bu barədə sual vermədi. Bəs onların təhqiqata yönəldilmiş hansısa bir planları var idi? Cinayətkar aləmdə xüsusi çəkiyə malik olan bir insanı belə layihəyə qoşmağa nə vadar etmişdi? Özü ilkin dindirilmə zamanı bütün məsuliyyəti üzərinə götürərək hər şeyi etiraf etdi. Dediyinə görə oğurluğun planı bir müddət əvvəldən təşkil olunub. Ancaq planı həyata keçirmək üçün Xosrovoğlu İnşaat şirkətinin yeni ünvana köçməsini gözləyirlərmiş. Cızdıqları planın detallarına məhz yeni ünvan uyğun gəlirmiş. Onu da öyrəndik ki, həmin şirkətdə mühafizəçi işləyən Rəmzi təxminən 1 ay bundan əvvəl bu planın tərkib hissəsinə daxil edilmişdi. Bunun üçün ona ilkin olaraq nəqd formada 5000 manat pul verilib. Seyfdəki sənədlər bu həftənin bazar ertəsi onun köməkliyi ilə oğurlanmalı imiş.
Göründüyü kimi sənəd və pullar oğurlanır, amma oğurluq onlar tərəfindən edilmir. Bu isə bizə əsas verir ki, rəmzinin hansısa üçüncü bir şəxs və ya şəxslərlə əlaqədə olduğunu təxmin edək. Məhz kiminlə? Bax, bunu bilmirik. Sənin ofisdə peyda olduğunu kimsə Ələsgər Əzimova çatdıranda, o məsələnin nə yerdə olduğunu başa düşürmüş. Haçansa onun bir tanışının xüsusi formada həyata keçirdiyi cinayətini ifşa etdiyinə görə səni yaxşı tanıyırmış. Dərhal başa düşüb ki, sən oraya öz jurnalistik bacarığını həyata keçirməyə yox, hansısa bir təhqiqatı araşdırmağa getmisən. Bu təhqiqat isə yalnız və yalnız sənədlərin oğurluğu ilə ola bilərdi. Həmçinin ona məlum oldu ki, sənədlər əslində bir həftə bundan əvvəl yoxa çıxıb. Onun dediyinə görə bu barədə yalnız Rəmzinin xəbəri olduğundan bu işdə onun əlinin olduğunu yəqin etdilər. Rəmzinin xəyanətini heç cür həzm edə bilmirlər. Buna görə də onu cəzalandırmaq qərarına gəlirlər. Bəs niyə mənimlə sövdələşməni elə formada həyata keçirmək istəyiblər? Deyə Nağızadə soruşdu. O da məlum oldu ki, həmin dəstə paytaxtda Rəmzidən əlavə 3 belə qətl həyata keçirib. Həmin qətillərdə sırf xəyanət və ikili oyunlara görə törədilib. Səninlə sövdələşməni nəyə görə elə formada aparmaq istəyiblər? Sənədlər hal-hazırda əlimizdə olmadan bax, bu barədə dəqiq bir söz deyə bilmərəm. Amma əminliklə deyə bilərəm ki, bu sənədlərin əldə olunması üçün sifarişçilər tərəfindən onlara təklif olunan məbləğin çox bir hissəsini o sənə təklif edib. Əgər sənədləri ondan əvvəl sən əldə etsəydin, onda onun sifarişçilərlə müqaviləsi pozulur və bunun da fəsadları ona görə çox ağır ola bilərdi. Həyata keçirdiyiniz bu əməliyyatı kivlərə söyləməklə bağlı hansı bir planınız var? Xəfiyyə bunu soruşmaya da bilərdi. Sadəcə məqsədi var idi. Bu xəbərin kivlərdən dərhal səslənməsi həm bizim, həm də sənin planlarına uyğun deyil, Alxaz. Sən apardığın təhqiqatla bağlı qaranlıq qalan məsələlər yetəri qədərdir. Əldə etdiyimiz başqa məlumatlara görə həmin sənədlərin əldə olunmasının sifarişini Xosrovoğlu İnşaat ilə eyni sferada fəaliyyət göstərən başqa bir şirkət vermişdi. O, həmin ünlü şirkətin adını çəkdi. İndi bu sifariş ilə bağlı ayrıca yaradılmış bir təhqiqat qrupu məşğul olur. Bundan başqa sənədlər hələlik tapılmadığından ehtimal olunur ki, bu işdə əlavə bir rəqib şirkət də var. Bir neçə təhqiqat qrupu bir-biri ilə paralel olaraq işləyirlər. Sənin də fəaliyyətini nəzərə alaraq bunu ya sabah, ya da 2 gün sonra kivlərə təqdim edəcəyik. Onsuz da sənədlərin belə yüksək məbləğ qarşısında uğurlanmasını yalnız rəqib firmalar sifariş edə bilərdi ki, bunu da xəfiyyə əvvəlcədən ehtimal etmişdi. Maraqlı məqamlardan biri o idi ki, uğurlanmış sənədlərlə bağlı danışılanda nədənsə heç kim seyfdə sənədlərlə birgə olan $134.000 puldan bəhs etmirdi. Digər bir maraqlı məqam da ondan ibarət idi ki, sənədlər onsuz da yüksək ustalıq və böyük uğurla ofisdən çıxarılmışdı. Dəvətnamənin müəmmalı surətdə yoxa çıxması isə uğurluğun başqa görünməyən tərəfi idi. Sifarişçilərin missiyası artıq başa çatmışdı. Belə olan halda nəyə görə rəqib firmalar zərbə endirmək iqtidarında deyildilər? Onlar hələ də kimi və nəyi gözləyirdilər? Sonuncu fikir onu rahat buraxmırdı. Alxaz, Ayaz qəfildən dilləndi. Sənin tapşırdığın adamları yoxladıq. Sənin araşdırmalarına əsasən vətəndaş Məstanova Sona Vaqif qızının respublikamızdan bank vasitəsilə göndərdiyi pulu Viktor Ryazantsev adlı bir nəfər alıb. Ancaq mənə maraqlı odur ki, həmin adamın bu məsələyə nə aidiyyatı ola bilər? Onun nədən danışdığını tam təfsilatı ilə başa düşməsə də təmkinlə soruşdu.
Söhbətin kimdən və nədən getdiyini bilmək olar, əziz dostum. Sənin barəsində bilmək istədiyim Məstanova Sona Vaqif qızının 26 yaşı var. O bir ara yüngül həyat tərzi keçmişdir. Bu gecə aparılan araşdırmalardan məlum olub ki, o təxminən 20 gün bundan əvvələ qədər 5 ay müddətində şəhərin mərkəzində yerləşən Kadstro adlı gecə klubunda işləyirmiş. Əldə olunan informasiyalara görə onun əri 7 ay bundan əvvəl faciəvi şəkildə həlak olub. 1 yaşında qızı da var. Sənədində göstərilən qeydiyyat ünvanında hal-hazırda başqa adamlar yaşayır. Amma bir nəfər var ki, onun vasitəsilə Məstanova Sonanı ehtimal olunan yerlərdə axtarmaq olar. Sən məni belə erkən çağırdığından bunu araşdırmağa vaxt tapa bilmədim. O 3 ay bundan əvvəl hansı bir oğlanla tanış olubmuş. Görünür, onunla harasa gedib. 20 gündür ki, iş yerinə də gəlmir. Axı sənin... Bir dəqiqə, Ayaz. Məlumatların mükəmməldir. Bəs onun tanışı barədə nəsə öyrənə bilmisən? Uca boyu var, deyə dostu təmkinlə cavab verdi. Uğur çox da uzaqlarda görsənmirdi. Xəfiyə yenidən soruşdu. Bəs Viktor Ryazantsev barədə? Viktor Ryazantsev ölkəmizdə yaşayan ruslardan olub. Cəmi 1 ildir ki, daimi yaşamaq üçün Moskvaya köçüb. Vətəndaşlığı da 8 ay bundan əvvəl alıb. Normal həyat tərzi keçirir. İxtisasca da avtoçilingərdir. Əhsən, Ayaz, sən bununla təkrar sübuta yetirdin ki, bizim dövlətimizin təhlükəsizliyinin təminatı etibarlı əllərdədir. Belə bir ölkədə yaşamaqla hər birimiz fəxr edə bilərik. Etiraf etmək istəyirəm ki, bu məlumatları belə tezliklə əldə etmək asan məsələ deyildi. Sən qısa bir zamanda mümkün olmayan bir işin öhdəsindən gəldin. Nağızadənin rəngi açılmışdı. Bəzən səni başa düşə bilmirəm, Alxaz. Sən niyə belə sevinclisən axı? Gənc xəfiyə növbəti dəfə təmkinini pozmadan dedi. Tələsmə, bugün hər şeyi sənə ətraflı danışacağam. 15 dəqiqəlik söhbət əsnasında xəfiyə gördüyü və görəcəyi işlər barədə öz dostuna ixtisarla məlumat versə də, oğrunun konkret adını çəkmədi. Biraz da səbirli olmağını məsləhət bildi. Ayaz Ağayev təhqiqatın belə sürətlə effekt verə biləcəyini gözləmədiyini bildirdi. O dostunu həm təriflədi, həm də məzəmmət etdi. Sözün düzü, ilk vaxtlar ofis daxilində sənəd və pulların işsiz, tozsuz, heç nə olmamış kimi çıxmağına inana bilmirdim. Etiraf edim ki, sənin az bir müddət ərzində sənədlərin izinə düşəcəyini də gözləmirdim. Çünki özünü daxildə jurnalist kimi qələmə verib, şübhəli sorğu-suala tutmadan uğura nail olmaq olduqca çətin idi. Ancaq sənin çətin və mümkünsüzü bacardın. Bizdə çox adam sənin sim kartı əlverişsiz vəziyyətdə necə əldə etməyindən danışır. Onların təklifini mən də sənə etmək istəyirəm. Bəlkə yenə fikirləşərsən. Biz səni öz sıralarımızda görməkdən məmnun olardıq. Alxaz Nağızadənin hər bir xarakterinə bələd olduğundan onun bu təklifi geriyə çevirəcəyini bilirdi. Ancaq bununla belə onun hansısa daşı ətəyindən tökəcəyinə də ümid edirdi. Əslində heç nə dəyişməmişdi. O ilə gözlədiyi cavabı da aldı. Nağızadə mübahisə etməyi kənara qoyub bir vərəq və qələm götürdü. Vərəqdə naməlum sarışını və onun icraçısı Uzunu ələ keçirməyin mümkünlüyü barədə ehtimalını qeyd etdi. Bu Ayaz Ağayevin çox xoşuna gəldi. Onun fikrinə görə çox dəqiq və yüksək səviyyədə düşünülmüş plan idi. Həmin plana əsasən onların həbs olunması əsasında sənəd və pullar ələ keçiriləcəkdi. Son dərəcədə riskli olmasına baxmayaraq xəfiyyə dostunun ona təklif etdiyi köməkdən imtina etdi. Nicatın sürücülük etməyindən başqa hansısa bir köməyə ehtiyac duymadığını bildirdi. Sadəcə ona Kadastro gecə klubunda işləmiş Sonanın işçi rəfiqəsinin ünvanı lazım idi.
hansı ki onu tanıyan bir nəfərin olduğunu bayaq dostu demişdi. Hər şey mahiyyət etibarıyla aydın idi. Nicatı qonşu otaqdan səslədi. Nicat haqqında dostuna xoş sözlər söylədi. Gələcəklərini Nicatın timsalında etibarlı əldə olmasını bildirdi. Dostu onlarla sağollaşıb gedərkən Nağzadənin yadına nə düşdüsə, onu dəhlizdə saxlayıb bir şey xahiş etdi. Ayaz, Viktor Ryazantsevin yaşadığı vilayətdəki həmkarlarına xəbər et. Qoy onu müvəqqəti olaraq saxlasınlar. İfadəsinin alınması adı ilə saat 3-ə qədər tutulması lazımdır. Bizim plan həyata keçəndən sonra sərbəst buraxmaq olar. Bunu hər ehtimala qarşı istəyirəm. Qoy hər şey dəqiq olsun. Saatın əqrəbləri 8-ə yaxınlaşırdı. Xəfiyyə günün birinci yarısına qədər nə yolla olursa olsun hər iki şəxslə bərabər itmiş sənədlərin tapılmasını qarşısına şərt qoymuşdu. Pullar tapılmasa da olardı, amma sənədlər mütləq tapılmalı idi. Əks halda Xosrofoğlu inşaat tarixin yaddaşına qovuşacaqdı. Sənədlərin tapılmaması da öz növbəsində onun məğlubiyyəti demək idi. Məğlubiyyətlə bərabər 6 günlük ac, susuz, yuxusuz əziyyəti heç olacaqdı. Bunu isə qətiyyən istəmirdi. Məğlubiyyəti ağlının ucundan belə keçmirdi. Söz verib bu işi boynuna götürmüşdü və vədinə əməl etməli idi. Başqa cür də ola bilməzdi. Burada bir müsbət amil də var idi ki, bu müddət ərzində Hafiz Xosrofoğlu bir dəfə də olsun ona zəng edib, sənədlərinin tapılıb-tapılmadığını soruşmamışdı. Ola bilsin ki, bu onun inamsızlığından xəbər verirdi. Bəlkə də Ayaz Ağayev xəfiyyənin bacarığı barədə ona az-çox danışdığına görə belə təmkinli idi. Nağzadə Nicata görüləcək işləri tam təfsilatı ilə başa saldı. Ona hər şeyi izah etdi. Bizə bu gün ən azından 3 ünvanı baş çəkmək lazım olacaq. 4 gün mənimlə sərasər, gərgin işlədikdən sonra təhqiqatdakı köməyini bu gün bitirmiş saya bilərsən. Ümid edirəm ki, bu gündən etibarən mənzilimizdə rahat şəkildə qayıdarıq. Daha kirayə işin qalmayacaq. Hər ikisi əşyalarını yığıb topladı. Onlar indi mənzili tərk edəcəkdilər, özü də həmişəlik. Vaxt itirmədən avtomobilə əyləşdilər. Ətrafı diqqətlə nəzərdən keçirməyə bu dəfə ehtiyac duyulmadı. Kirayə götürülmüş Mercedes orta sürətlə Rəsulzadə qəsəbəsinə doğru hərəkət edirdi. Təxminən yarım saatdan sonra onlar lazım olan ünvana yetişmişdilər. Avtomobili etibarlı bir yerdə park edib, 9 mərtəbəli binanın 3-cü blokunun 4-cü mərtəbəsinə qalxdılar. Həmin mərtəbədə ünvan üzrə ağ rəngli dəmir qapını bir neçə dəfə taqqıldatdılar. Qapını kimsə açmadı. Zəng isə ümumiyyətlə işləmirdi. Xəfiyyənin əsəbləşdiyi hiss olunurdu. Qapı nə yolla olursa olsun açılmalı idi. Qapını uzun-uzadı yenə də taqqıldatdılar. Təxminən 6-7 dəqiqəlik taqqıltıdan sonra içəridən ayaq səsləri gəldi. Qapını bir qız açdı. Qız təxminən 22-24 yaşlarında olardı. Geyindiyi xələtdən açıq ayaqları və sinəsinin yarı hissəsi görünürdü. Şirdilmiş dodaqları, nazik qaşları və uzun qara saçları var idi. Üzündəki yorğun, üzgün və halsız ifadə dərhal nəzərə çarpırdı. Görünür gecə yatmamışdı, yaxud da fiziki işlə məşğul olmuşdu. Qarşısındakı tanımadığı oğlanları görcək dodağını dişlədi. Əzilib büzülərək soruşdu. Kim lazımdır sizə? Nağzadə dərhal dilləndi. Maria? Maria öz adını eşitcək qapıdan bir addım kənara çəkilib onları içəri buraxdı. Gəlin, keçin içəri. Sizi kim göndərib? Axı, biz belə erkən heç kiminlə qəbul etmirik. Maria mənəm. Mənzil olduqca dağınıq idi. Səliqəsizlik hökm sürürdü. İçəridən heç cür ayırd edə bilmədiyi kəskin, ürək bulandırıcı qoxu gəlirdi. Maria qonaqları böyük otağa dəvət etdi. Elə həmin vaxt otağa 2 qız daxil oldu.
Onların əynində müvafiq olaraq göy və qırmızı rəngli, tüldən ibarət olan nazik və qısa paltar var idi. Bikini və büstqalterləri geyimin altından açıq-aydın görünürdü. Xəfiyyə belə bir vəziyyətlə üzləşəcəyini əvvəlcədən təxmin hesablamışdı. Belə gənc, cavan qadın və qızların gecə istirahət, əyləncə mərkəzlərində necə işlədiklərini yaxşı bilirdi. Adətən gecəni səhərə qədər işləməklərinə görə növbəti günü günortayacan yorğun, azğın, halsız formada yatırdılar. Günortadan axşama qədər olan vaxtlarını isə axşam əyləncə mərkəzində diqqəti cəlb etmək üçün dırnaqarası hazırlaşmağa sərf edirdilər. Onların həyatı məhz belə peşə seçməsinin obyektiv və subyektiv səbəbləri hədsiz çox idi, deyə Alxaz Nağızadə öz-özünə düşündü. Belə tiplərlə ünsiyyətə girməkdən xoşu gəlmədiyinə görə onlarla danışmağa özünü məcbur etməli idi. Vəziyyətdən çıxış yolu tapmağı fikirləşsə də, onların hansısa nazı ilə oynamağa nə həvəsi, nə də vaxtı yox idi. Hər üçünün ağlından müştərilərə dırnaqarası qulluq etmək və dırnaqarası razı salmaq fikri keçirdi. Təbii ki, müştərilərin səxavətinə uyğun xidmət göstəriləcəkdi. Onlar ehtirasdan qovrulmuş kimi xüsusi baxışlarla müştəriləri süzürdülər. Sükutu Mariyanın özü pozdu. "Qızlar, keçin o biri otağa. Bununla özüm məşğul olacağam." O əli ilə xəfiyyəni göstərdi. "Biriniz də onun dostu ilə gedin. Gəlin edək ki, heç biri bizdən narazı getməsin." Nağızadə kobudluq etmək fikrində deyildi. Odur ki, kənar bir hərəkətə yol vermədən səbirli olmağa çalışdı. "Burada olmaz. Gəlin başqa yerə gedək." "Mən heç yerə getməyəcəm." Mariya təklifdən imtina etdi. Xəfiyyə onun biləyindən yapışdı. "Geyinin, bizimlə gedəcəksiniz." "Yavaş, incidir," Mariya çığırdı. Qızın harasa getmək fikri yox idi, amma yüzlük əskinazları görəcək fikrindən tez döndü. O biri otağa keçib əynini dəyişdi. Getmək üçün hazır olduğunu bildirdi. "Sizin kimi yaraşıqlı oğlanlara belə kobudluq yaraşmaz axı." Mariya zarafata keçdi. Alxaz Nağızadə bir saniyə də olsun o evdə qalmaq istəmirdi. Mariya ilə birlikdə aşağı düşüb avtomobilə əyləşdilər. "Mən hər ikinizə azlıq etmirəm. Ya bəlkə üçlükdə olmaq xoşunuza gəlir?" Onun zarafat etdiyini, yoxsa qorxudan özünü itirdiyini müəyyən etmək çətin idi. Mariyanın sarsaqlamasına əhəmiyyət verməyən xəfiyyə telefondakı şəkli ona göstərdi. "Bax, bizə bu adam lazımdır, Mariya." O şəklə baxıb bir şey başa düşmədi, amma deyəsən bərk incidi. Üz-gözünü turşudub soruşdu. "Əgər sizə sona lazım idisə, məni neynirdiniz ki? Mənim axı haram ondan pisdir." Xəfiyyə geriyə dönüb arxa oturacaqda əyləşmiş Mariyaya çəpəki nəzər saldı və qəzəblə dilləndi. "Gül ağzınızı yumun, bir kəlmə də deməyin. Mənə nə siz, nə də o lazımdır. İkiniz də cəhənnəm olun. Xəbərdarlıq edirəm, əgər bir də çərənləsiniz, onda özümə nəzarət edə bilməyəcəm. Mənə onu tapmaq lazımdır, başa düşürsünüz? Onun yerini bizə deməlisiniz." Nağızadə əsəbləşsə də, etikadan kənar çıxıb ona sən deyə müraciət etmirdi. Bayaqdan bəri baş verənləri Nicat səssizcə maraqla izləyirdi. Mariya duruxdu. "Onlar müştəriyə bənzəmirlər. Ola bilsin polisdəndirlər. Görəsən sona nə edib? Ya bəlkə qızın qohumlarıdır. Özünü axmaqlığa qoymaq olmaz. Hiss olunur ki, onlara sona lazımdır. Belə olan halda bildiyim nə vardısa, hamısını deyəcəm. Cəhənnəm olsun o da, bunlarda. Bircə bunların əlindən canımı tez qurtara bilsəydim, sonra rahatca aradan çıxardım. Nahaq pula aldandım. Bu dəfə kirayelik mənzili başqa yerdən götürəcəm." Mariya düz danışmağa məcbur olub onlara bildirdi ki, sonanı axırıncı dəfə 2 həftə bundan əvvəl görüb. Çox da yaxın rəfiqi olmadığından telefon nömrəsini götürməyib. Amma onunla bir neçə dəfə
İş rejiminə uyğun olaraq müştərilərlə birgə bir ünvana getdiyini dedi. Bununla belə mənzilin və küçənin adını heç cürə yadına sala bilmədi. Sadəcə olaraq gecə vaxtı taksi ilə gedib gəldiklərində cəmi bir neçə məşhur mağaza və plazaların qarşısından keçdiklərini deməklə kifayətləndi. Təbii ki, bu cavab xəfiyyə üçün qane-edici deyildi. O qəfildən xəbər aldı. Klubda yalnız sizlərə aid daimi olaraq fəaliyyət göstərən taksilər mövcuddurmu? Əlbəttə, bu bütün barlarda belədir. Çox az hallarda biz başqa taksilərə etibar edirik, deyə Maria dərhal cavab verdi. Bəs elə isə Sona ilə birlikdə gedərkən sizi öz taksiniz aparırdı ya başqası? Dedim axı, biz də kənar taksilərə etibarlıq etmirik. Şəxsən mən həmişə öz taksimizlə gedirəm. Bəs Sona ilə sizi o ünvana aparan sürücü yadınızdadır? Onun nömrəsini bilirsiniz? O dəqiqləşdirmək istədi. Hə, yadımdadır, amma sürücünün nömrəsi mənim nəyimə lazımdır? Onsuz da heç yerə gedən deyirlər. Bizə lazım olanda yerin deşiyindən də olsa üzə çıxırlar. Amma yaman baxacıldırlar. 1 manatlıq yolu 10 manat aparırlar, deyə Maria etinasızlıqla cavab verdi. Əslində Maria haqlı idi. O Nicata birbaşa həmin gecə klubuna sürməyi tapşırdı. Nicat 25 dəqiqədən sonra avtomobili Marianın söylədiyi kadastronun qarşısında saxladı. Oranın qapısı bağlı idi. Həndəvərində isə ümumiyyətlə heç kim gözə dəymirdi. Nağızadə bir o qədər də çətinlik çəkmədi. Maria kadastroda fəaliyyət göstərən sunitorlardan biri ilə əlaqə saxlayıb, onları həmin ünvana aparan sürücünün nömrəsini aldı. Sürücü yaxınlıqda yaşadığından öz taksisi ilə çox çəkmədən içərisində Nicat, Xəfiyyə və Maria olan qara rəngli Mercedesə yaxınlaşdı. Nağızadənin təkidinə uyğun olaraq taksi köhnə sərnişinləri apardığı ünvana doğru istiqamət aldı. Nicat onu arxadan təqib etməyə başladı. Sürücü onları lazım olan binanın həyətinə gətirdi, amma mənzilin nömrəsini dəqiq söyləyə bilmədi. Adətən sərnişinlərini həmişə 5-ci blokda düşürdüyünü bildirdi. Bu məlumat xəfiyyə üçün yetərli idi. Sürücünün pulunu verdi. Ona 5-10 dəqiqə gözləməyi tapşırıb Marianı qaldığı yerə çatdırmağı xahiş etdi. Sürücünün göstərdiyi ünvan Xətai rayonunda yerləşirdi. Həmin küçə ilə paralel küçədə polis bölməsi də var idi. Nağızadə bu küçəni yaxşı tanıyırdı. Həmin bölmədə fəaliyyət göstərən bir müstəntiq ilə normal münasibətləri var idi. Telefonu çıxardıb həmin müstəntiqə zəng etdi. Mənzili tapmaq isə daha asan oldu. Bu dəfə Sonanın mobil telefonundakı şəklini binanın yaxınlığında avtoyuyucuda işləyən gənc bir oğlana göstərdi. Həmin gənc şəkli dərhal tanıdı və əli ilə 5-ci bloku göstərdi. Xəfiyyəyə bildirdi ki, o körpə uşağı ilə birlikdə bir neçə aydır ki, bu binada kirayədə yaşayır. Mənzilin nömrəsini, üstəlik qapının rəngini də dedi. Marianın hal-hazırda edəcəyi kömək Nağızadə üçün olduqca vacib idi. Bu dəqiqələrdə onun mənzilinə təşrif buyuran və onunla getməyini israrla istəyən adamlardan Maria elə də çəkinmirdi. Ondan hansısa təhlükə gəldiyini yox, ona həqiqətən də kömək etmək lazım olduğunu dərk etməyə başlayırdı. Xəfiyyə bəzi tapşırıqlarını verib, ona nə etməli olduğunu başa saldı. Diqqətli olmağı tələb etdi. Maria onlardan bir neçə metr aralandı və binanın 5-ci blokuna xəfiyyənin söylədiyi ünvana doğru addımladı. Nağızadə Nicatın qulağına bəzi şeylər pıçıldayıb, onunla birlikdə Marianın arxasınca tələsdi. Maria ehtiyatla 3-cü mərtəbədəki mənzilin qapısına yaxınlaşdı. Bu qapı ona tanış idi. Nicat ilə Xəfiyyə də 4-cü mərtəbəyə qalxan pilləkənin dəhlizinin üstündə dayanıb gözləməyə başladılar. Maria ehmalca qapını taqqıldatdı. Qapı demək olar ki, dərhal açıldı. Kəndarda dayanan Sona iş yoldaşını görəcək təəccübləndi, amma Maria ilə çox səmimi görüşdü. Hiss olunurdu ki, onu görməkdən məmnundur. Kənara çəkilib onu mənzilə dəvət etdi.
Elə bu vaxt Nicat ilə Nağızadə Mariyanın əvəzinə içəri daxil oldular. Mariyanın missiyası başa çatmışdı. O, öz işini plana uyğun sürətdə görmüşdü. Məhz buna görə vaxt itirmədən pilləkənlərlə aşağı qaçaraq onu həyətdə gözləyən taksiyə tərəf tələsdi. Mənzildə hər şey ani olaraq baş verdi. Alxas Nağızadə başı ilə Nicata işarə etdi. Hərəsi ayrı-ayrılıqda bir otağa daxil oldular. Xəfiyyənin daxil olduğu yataq otağındakı çarpayıda bir nəfər yuxulayırdı. O hazır geyimdə, ayaqqabısı da ayağında uzanmışdı. Belə təxmin etmək olardı ki, o harasa getmək üçün paltarını geyinib, vaxt itirməməyə görə hazır dayanmışdı. Yaxud da ki, yorğun olduğundan yerinə uzanan kimi dərhal yuxu tutub yatmışdı. O uzun bədəni çarpayıya sığmırdı, ayaqları bayıra çıxmışdı. Küncdəki kiçik beşikdə isə körpə bir qız uşağı yatırdı. Onun üzündəki təbəssümü məsumluğundan xəbər verirdi. Nicat da elə bu vaxt otağa daxil oldu. Nağızadə Nicata otağı tərk etməsini tapşırdı. Sən çalış ki, sonra da müğayət olasan. Onu mənzili tərk etməyə qoyma. Hansısa bir hərəkət etməyinə icazə vermə. Nicat üzünü digər otağa saldı. Xəfiyyə isə yatan adamı oyandırmağa çalışıb onu dümsüklədi. O gözlərini yavaş-yavaş açdı. Dərin yuxuya getdiyini gözündən hiss etmək olurdu. Nədənsə o nə diksindi, nə qımıldandı, nə də qarşıdakı naməlum adamdan çəkindi. Özünü çox sərbəst aparırdı. Məhz onun belə sərbəstliyi Nağızadədə hədsiz narahatlıq doğurdu. Onun bu cür reaksiyası heç də xoşuna gələn deyildi. Bir gözü divardakı iri saatda idi. Gənc xəfiyyə yanılmamışdı. Deməli o doğrudan da kimisə gözləyir, başqa cür mümkün deyil, deyə öz-özünə fikirləşdi. Çarpayda uzanan adam xəfiyyənin ciddi cəhdlə axtardığı Uzun idi. Onun kombinasiyalı araşdırmalarına görə bu adam yalnız Sonanın yanında olmalıydı. Uzunun izini göstərən yeganə yol bu ünvan idi. Onun əlləri yavaş-yavaş yastığın altına doğru hərəkət edirdi. Elə bu hərəkəti ilə onun üzünə əminliyin sirri açıldı. Nağızadə ayaq pəncəsi ilə çənəsinə doğru endirdiyi güclü zərbə Uzunu məqsədini yarımçıq qoydu. O zərbənin gücündən bağıraraq ilan kimi çarpayıda qıvrıldı və huşunu itirib hərəkətsiz qaldı. Xəfiyyə əlini yastığın altına salıb oradan qoburunda olan bir tapança çıxartdı və onu bir kənara tulladı. Gözünə stulun üzərinə qoyulmuş hamam xalatı sataşınca onun kəmərini çıxartdı və çarpayıda huşsuz halda qalmış adamın əllərini arxadan bir-birinə çarpazlayaraq sarıdı. Uşaq beşikdə ağlayırdı. Səs-küyə görə yuxudan oyanmışdı. Uşağın səsinə anası gəldi. Sonanın ağlamaqdan gözləri şişmişdi. Onun arxasınca da Nicat içəri daxil oldu. İçəridə baş verənlər Sonaya qəribə görünürdü. O çığırıb bağırmadan sakit-sakit xəfiyə baxdı və əyilib beşikdən öz körpəsini götürdü. Elə eyni sakitliklə də körpəsi ilə birgə o bir otağa keçdi. Nicat Nağızadənin tapşırığına uyğun olaraq ev sahibəsini bir anlıq da olsun gözündən kənara qoymurdu. Saniyə bə saniyə yanından ayrılmırdı. Amma Sonanın uşağı əmizdirmək istəyini gördükdə ana ilə körpəni otaqda qoyub çıxdı. Gənc xəfiyyə bir neçə dəqiqə bundan əvvəl müstəntiq tanışına zəng edəndə onun təcili həmin mənzilə gəlməyini istəmişdi. Odur ki, Nicat indilərdə qapının zəngini gözləyirdi. Müstəntiq içəri gəlməklə xəfiyyənin çarpayıda uzatdığı Uzunu ona təhvil verəcəkdilər. Uzun vasitəsilə sarışını, pulları və sənədləri tapacaqdılar. Güman ki, bununla da tədqiqat başa çatacaqdı. Qapı döyüldü. Nicat polislərin içəri rahat keçməsi üçün qapını dərhal açdı və elə bu vaxt səsboğucu taxılmış tapançanı onun sifətinə tuşlandığını gördü. İçəri polis əvəzinə başqa bir adam daxil olmuşdu. Onun sapsarı saçı və eyni zamanda qısa saqqalı var idi. Mavi dəniz rəngində gözləri par-par parıldayırdı. Sifətində son dərəcədə kəskin bir qəzəb var idi.
Yəqin hər şeyi ona sona xəbər verib. Nahaq onun uşaq əmizdirmək bəhanəsinə inandı. Polislər gələnə qədər onu, gənc xəfiyyəni, üstəlik iz buraxmasınlar deyə çox güman ki, ana ilə körpəsini də güllələyib, uzun tanışı ilə birlikdə rahatca aradan çıxacaqdılar, deyə Nicat fikirləşdi. Nicatın ani ehtiyatsızlığı hər şeyi korlamışdı. O öz-özünü danlamağa başladı. Nəyə görə belə axmaqlıq edərək gözlüyə baxmadan qapını açdığını başa düşə bilmirdi. Amma həmin adam nədənsə qapını bağlamamışdı. Sanki öz işini tez görüb mənzili dərhal tərk etmək istəyirdi. Elə həmin an açıq qapıda əllərində Makarov tapancası tutmuş 3 nəfər polis zabitləri içəri keçdilər. Onlar qəfildən silahlarını sarışın adamın kürəyinə dirədilər və tapançanı yerə tullamağı əmr etdilər. Bu xəbərdarlıqdan sarışın özünü itirdi. Nicat isə fürsəti boşa verməyərək onun silah tutmuş, titrəyən sağ əlini qüvvətli bir təpik ilişdirdi. Tapança havada uçub bir kənara düşdü. İçəriyə əlavə bir neçə nəfər də daxil oldu. Onların arasında Nicat öz rəhbəri Ayaz Ağayevi görcək təəccübləndi. 19-cu fəsil. Bugünkü plan və ümumi təhqiqat uğurla həyata keçirilmişdi. Bütün maneələr dəf edilib zərərsizləşdirilmişdi. O öz işinin öhdəsindən lazımınca gəlmişdi. Onun 6 günlük gecə-gündüz ara vermədən çəkdiyi zəhmət hədərə getməmişdi. İşlərini tam bitirməsə də, hər halda rahat nəfəs almaq olardı. Alxaz Nağazadə işini ehtiyatlı tutub, əvvəlcədən xəbər verdiyi müstəntiq tanışı öz əməkdaşları ilə birgə mənzilə daxil olub, sarışını və uzunu, həmçinin ana ilə körpəsini də bölməyə aparmışdı. Xəfiyyə hələ də Sonanın kirayələdiyi mənzili tərk etməmişdi. Əllərini arxasında çarpaz tutaraq dərin fikirlərə dalmışdı. Dostu Ayaz Ağayev bayaqki 3 polis zabiti ilə birgə getmişdi. Mənzilin qapısı qarşısında əlavə tanımadığı bir neçə polis işçisi var idi. Onlar mənzilə baxış keçirmək istəyirdilər, amma kimsə bunu Nağazadəyə bildirmirdi. Sanki onu narahat etmək istəmirdilər. Sakitcə, səbir nümayiş etdirərək mənzildən çıxmasını gözləyirdilər. Xəfiyyə xəyallardan ayıldı. Onları çox da intizarda saxlamayıb mənzili tərk etdi. Binanın həyətində onu gözləyən Mercedesə yaxınlaşdı. Sükan arxasında əyləşmiş Nicat onun üzündəki qəribə ifadəyə diqqət yetirdi. Təhqiqat başa çatmışdı, şübhəlilər tutulmuşdu. Sabaha qədər o sənədlər aşkara çıxacaqdı. Bəs belə isə onu narahat edən görəsən nə ola bilər? Deyə Nicat öz-özünü düşünürdü. Hələ də fikirli, qayğılı görünürdü. Düşünürdümü, qayğılı idimi, kədərlənmişdimi, bilinmirdi. Birbaşa mənzilimə sür, Nicat, deyə o asta səslə dilləndi. Nicat yenə də gənc xəfiyyə nəzər saldı. O başını oturacaqda arxaya söykəmişdi. Gözləri yumulu idi. Sağ əlinin barmaqlarını yenə də əl dəstəyinə döyəcləyirdi. Əlavə bir söz demədən avtomobili Qaraşlı küçəsinə tərəf istiqamətləndirdi. Hava dəhşətli dərəcədə bürkülü olduğundan soyuducu sistemini işə saldı. Yarım saatdan sonra avtomobil xəfiyyənin mənzili yerləşən binanın 1-ci blokunun qarşısında dayandı. Nağazadə avtomobildən düşdü. Ətrafa diqqət etmədən içərisində öz əşyaları olan iri təkərli çantasını götürdü. Nicatın çantaya kömək edib mənzilə aparmasına icazə vermədi. Alxaz Nağazadə neçə gündür yorulmadan, dayanmadan ona kömək göstərən Nicata əlini uzatdı. Səndə qabağa getmək, inkişaf etmək üçün hər şey var, Nicat. Çünki sən də yorulmaqdan zövq alanlardansan. İndi isə qayıt. Bilirəm ki, doğmaların səndən nigarandır. Hər şeyi mükəmməl yerinə yetirdiyin üçün sənə minnətdaram. Nicat həddindən artıq xətrini çox istədiyi adamdan belə sözlər eşitdiyinə şad oldu. Ona uzadılmış əli yüngülcə sıxdı. Əlindəki çanta ilə bloka daxil olan xəfiyyənin arxasınca bir müddət dayanıb baxdı.
Sonra Mercedes-ə əyləşərək eşitdiyi yüksək fikirlərin təsiri altında oranı tərk etdi. Hara getsə, harda olsa da ona öz mənzili həmişə doğma idi. Nədənsə öz mənzilində tapdığı rahatlığa heç yerdə nail ola bilmirdi. Çərşənbə günündən bəri gəlmədiyi mənzili üçün darıxdığı özü-özünə etiraf etdi. 4 gün idi ki, evdə yox idi. Buna görə hər tərəfi yüngülcə toz basmışdı. Əvvəlcə çantanı açıb əşyalarını yerbəyer etdi. Sonra əynini dəyişib yüngül idman paltarı geyindi. Onsuz da mənzilin bütün işlərini özü görməyə çoxdan alışmışdı. Bu dəfə də tənbəllik etmədən mənzilə yüngülvari əl gəzdirdi. Mətbəxə keçib adəti üzrə təzə çay dəmlədi. Özünə dəmlədiyi çaydan fincana süzərək qonaq otağına keçdi. Televizoru yandırıb, saat 14:00 üçün nəzərdə tutulmuş xəbərlər proqramına baxmaq istəyirdi. Ancaq o nə çay içirdi, nə də televizora baxırdı. Onun gözləri bir nöqtəyə zillənib qalmışdı. Avqustun 5-i gənc xəfiyyə üçün həm xoş, həm də xoş olmayan xatirələrlə yadda qalmışdı. Çünki həmin gün əvvəllər Nağızadə üçün fərqli, indi isə bambaşqa idi. Xəfiyyənin musiqi duyumu yüksək idi. Notları bilməsə də, bəzən yeni melodiyalar bəsləməyə çalışırdı. Amma hələ ki, bu bacarığını nümayiş etdirmək fikrində deyildi. Musiqidən aldığı zövqü heç bir şeydə ala bilmirdi. İmkan daxilində simfonik musiqilərə qulaq asmağı xoşlayırdı. Xüsusilə klassik əsərlərin vurğunu idi. Bu təhqiqat zamanı vaxtı olmadığından heç nəyə qulaq asa bilməmişdi. İçində bir boşluq hiss edirdi. Bayaqdan bəri içməyib əlində saxladığı, buza dönmüş çay dolu fincanı kənara qoydu. Çox funksiyalı televizora flash kartı daxil edib orada klassik əsərlər yazılmış qovluğu açdı. Qovluqda yüzlərlə bəstəkarın əsərlərindən ibarət MP3 fayllar var idi. İdarə etdiyi pultla bir-bir faylların üzərində gəzməyə başladı. Düyməni bir faylın üzərində saxladı və başlat düyməsini sıxdı. Bu, dahi İtalyan bəstəkarı Tommaso Albinoni'nin möhtəşəm Adagio əsəri idi. Əsər Avstraliyalı, möcüzəvi dirijor adlandırılan Herbert von Karajanın dirijorluğu ilə səsləndirilmişdi. Nağızadə bu əsərə dəfələrlə qulaq asmışdı. Hər dəfəsində də melodiyada yeni çalarlar duyurdu. Bu simfoniyanı həddindən artıq çox xoşlayırdı. Onun fikrincə, Adagionu ilk dəfə dinləyən hər 10 nəfərdən 8-i əsərə valeh olmalıydı. Adagio ətrafda olan hər şeyi öz təsiri altına sala bilirdi. Sanki cansız varlıqlara bir mənalı hökm kəsilə bilərdi. Səs ucaldıcını daha da qaldırıb kresloda əyləşdi. Əllərini yana açaraq başını arxaya söykədi. Gözlərini yumdu. Musiqinin məhəbbətlə eyniləşdirdiyi və sərhəd tapmadığı fikri çox vaxt təsdiqini tapırdı. Adagio 18-ci əsrdə yazılmağına baxmayaraq, öz populyarlığını, rəngarəngliyini hələ də qoruyub saxlayırdı. Dinlədikcə dinlənilirdi. Hətta deyilənə görə bir zamanlar dünyanın ən kədərli musiqisi sıralamasında başçılıq da edirmiş. Bu əsər Alxaz Nağızadə üçün büsbütün xatirələrlə dolu idi. 15 yaşı olarkən ailə üzvləri ilə bərabər teatr tamaşalarından birinə getmişdi. Bunu ilk dəfə həmin teatrda canlı orkestrin ifasında dinləmişdi. Əsər dərhal da xoşuna gəlmişdi. Həmin vaxtdan başlayaraq bir neçə dəfə təkrar qulaq asmışdı. Adagionun sonuncu dəfə canlı olaraq Nərgiz ilə birgə dinləmişdi. Bir yerdə teatra getmişdilər. Əsər qızın da xoşuna gəlmişdi. Amma bu dəfə Adagionu bambaşqa xatirələr burulğanında dinləyirdi. Elə də çox musiqi duyumu olmayan insan Adagionun asta templə davam edib coşqun tempə keçməsini, sonuna yaxın isə
əvvəlki tempə qayıtmasını rahatca hiss edə bilərdi. Musiqidə məhəbbət və nifrət, xəyanət və sədaqət, yalan və səmimiyyət, bir sözlə bir-birinə zidd olan hisslərin vəhdətini aydın sezmək olurdu. Bunun üçün ruhunu musiqiyə ram etmək yetərli idi. Adagio insana xatırlamaq istəmədiklərini də xatırladırdı. Notlar dəyişdikcə Nağzadənin üz ifadələri də tez-tez buna uyğun dəyişirdi. Sanki üz əzələləri notlarla rəqabət aparırdı. Nərgiz ilə bağlı bütün xatirələr göz önündə canlanmağa başladı. Hər epizod sürətlə bir-birini əvəz edirdi. Onunla bağlı olan hər şeyi xatırladı və nəhayət musiqi ahənginə uyğun olaraq Nərgizin başına gələn faciəvi hadisəni də xatırladı. Həmin mənzərəni yadına salmaq istəməsə də, musiqi hissləri öz əsarətinə alıb onu buna məcbur etdi. Əsər başa çatdı. Ardınca digəri səslənməyə başladı. Alxaz Nağızadə gözlərini açdı. O sanki 10 dəqiqəlik bir yuxu görmüşdü. Bu yuxu uzun serialı bir filmə də bənzəyirdi. Agio'nun sehirli, məstedici təsiri altında həm yorğunluğunu çıxartdı, həm də bu günlük görəcəyi işləri sonuncu dəfə götür-qoy etdi. Qalxıb fleş-kartı götürüb televizoru söndürdü. Evdə görməli işləri başa çatdırdı. Lazımi yerə bir-iki məsələ ilə bağlı zəng etdi. Dostu Ayaz ilə vedələşdikləri vaxta az qalırdı. 10-15 dəqiqədən sonra mənzilə gəlməli idi. Onunla bəzi məsələləri danışıb, müzakirə etdikdən sonra onsuz da evdən çıxacaqdı. Bir neçə yerə baş çəkmək lazım idi. Odur ki, vaxt itirmədən yataq otağına keçib əynini dəyişdi. Tünd olmayan cins şalvar və açıq qəhvəyi rəngdə idman üslubunda olan köynəyini geyindi. Köynəyin qolları nisbətən qısa olduğundan qol əzələləri daha aşkar hiss olunurdu. Ətrafdakıların nəzərini cəlb etməkdən xoşu gəlməsə də, belə geyimdə özünü hədsiz rahat hiss edirdi. Vedləşdikləri vaxtda qapı ənənəvi qaydada döyüldü və zəngin səsi gəldi. Gələn dostu idi. Onun əlində içərisində notebook olduğunu xatırladan qara rəngli çanta var idi. Xəfiyyə dostunun hazır formada olduğunu görən Ayaz Ağayev xəbər aldı. Məni çağırmısan, özün isə deyirsən harasa hazırlaşırsan? Nağızadə gülərək cavab verdi. Mənim səfərim səndən asılıdır. Əgər mən istəyən şeyləri gətirmisənsə, narahat olma. Kənara atdım belə, atan deyiləm. Hər şey sənin hesabladığın kimi oldu, Alxaz. Afərin sənə, deyə dostu dilləndi. O cavab vermək əvəzinə sadəcə gülümsənirdi. Dostu əlindəki çantanı Nağızadəyə uzatdı. Bunlar sənə çatacaq. Nağızadə çantanı qonaq otağında açdı. Onun içərisində xeyli pul və sənədlər var idi. Sənədləri çıxardıb bir-bir gözdən keçirdi. Necə bir işin təhqiqatı ilə məşğul olduğunu indi yalnız xəfiyyə kimi yox, həm də bir iqtisadçı kimi başa düşdü. Onlar doğrudan da olduqca qiymətli idi. Şirkətin bir çox iqtisadi maraqlarını və biznes sirlərini özlərində cəmləşdirən sənədlər üçün bir neçə milyon manatdan keçməyə dəyərdi. Belə sənədlərin əldə olunması uğrunda istənilən rəqib şirkət mübarizə aparırdı. Əlində tutduğu sənədləri çantaya yerləşdirdi və onu bağladı. Bunun üçün elə də çox əziyyət çəkmədik. Dostu əli ilə sənəd və pul dolu çantaya işarə etdi. Hamımızın sarışın kimi tanıdığımız adamın əsl adı Sənandır. Ondan xəbərsiz aşkar etdik ki, 2 il bundan əvvəl Xosrovoğlu inşaatda hansısa bir layihədə proqramçı işləyib. Şirkətin sahibi ilə heç də pis münasibətdə olmayıb. Hələlik onun sənəd və pulların uğurlanması ilə bağlı həbs olunması deyilməyib. O özünü qanunsuz silah gəzdirməyə, silahla hədə-qorxu gəlməyə və adam öldürməyə cəhdə görə həbs olunduğuna güman edir. Bəs sənəd və pulları necə tapa bildiniz, Ayaz? Xəfiyyə hövsələsizlik edib dostunun sözünü kəsdi. Mənzilinə və bağ evinə baxış keçirdik. İndikator vasitəsilə bağ evində bastırdığı pul və sənəd dolu kisəciyi tapa bildik.
Onları tapan kimi istəyinə uyğun olaraq olduğu kimi sənə çatdırdıq. Hə, bunları mənə çatdırdığın üçün çox sağ ol. Məni başa düşdükləri üçün də adımdan həmkarlarına təşəkkür edərsən. Heç təsəvvür belə etməzsən Ayaz, bu sənədlərlə birgə pullar mənə necə lazımdır. Onunla belə danışmasına alışmayan Ağayev qulaqlarına inana bilmirdi. Yoxsa illər uzunu dostluq etdiyi adamı tanıya bilməmişdi. Ya bəlkə də pul hərislərini büsbütün dəyişdirən hazırki dövr buna da öz təsirini göstərmişdi. Şirkət sahibinin bu qədər pulunu necə özünə götürər axı, deyə bir anlıq fikirləşdi. Alxaz, sən nə danışırsan? Dostunun belə təəccübünü anlayışla qarşılayan Xəfiyyə ona hər şeyi başa salmağı fikirləşirdi. Baxmayaraq ki, görüşəcəyi insanlar və baş çəkəcəyi yerlər kifayət qədər idi. Buna görə vaxt cəhətdən çatdırmaya bilərdi. Amma dostuna lazım olan şeyləri izah edəcəkdi. Bığ ələskəri tutdunuz, sarışını və uzunu həbs etdiniz. Bəs niyə soruşmursan ki, ofisdən pul və sənədləri, ən əsası dəvətnaməni kim oğurlayıb Ayaz? Xəfiyyə xəbər aldı. Bu mənim üçün doğrudan da maraqlıdır, həm də hədsiz dərəcədə. Amma sənin deyəcəyin vaxtı gözləyirəm Alxaz. Ona görə də heç nə soruşmurdum. Hə, Navazadə izah etməyə başladı. İlk öncə onu deyim ki, mən bu işi boynuma götürmək istəmirdim. Elə başa düşmə ki, qeyri-adi deyə qəbul etdiyim oğurluğun açılmamasından qorxurdum əsla. Sadəcə əvvəl bu iş adi bir polisin aça biləcəyini hesab edirdim. Amma oğurluğun baş verdiyi yerə baxış keçirən zaman yanıldığımı başa düşdüm. Ofisin daxilində oğurluq yüksək səviyyədə hazırlıq və peşəkarlıqla həyata keçirilmişdi. Onu nəzərə al ki, bir tərəfdən özümü jurnalist kimi təqdim etmək, digər tərəfdən də şübhəli hesab olunan şəxslərlə ünsiyyətə girməmək məsələni qəlizləşdirirdi. Üstəlik sənədləri tapmaq üçün verilən vaxt da olduqca az idi. Hafiz Xosrovoğlunun 6 gündə sənədlərin tapılmamasına görə şirkətin məhv olacağı ilə bağlı xəbəri isə məsuliyyətimi 1/5 artırırdı. Bütün bunları nəzərə alanda necə ağır bir yükün altına girdiyimi təsəvvür etmək heç də çətin deyil. Amma mən işi qəbul etmişdim. Onu sona çatdırmalı idim. Sənədlərin tapılmamasını ağlımın ucundan belə keçirmirdim. Dostum müdaxilə etdi. Bəs ilk baxışdan sənə necə gəldi ki, bunu bacaracaqsan? Dəvətnamə uğurlanmasaydı, bu işi açmaq mənə çətin olacaqdı. Yenə də dəvətnamə? Ayaz təəccüblə soruşdu. Alxaz Nağızadə məmnuniyyətlə cavab verdi. Sənə də məlum olduğu kimi, seyf iş adamının öz kabinetində yerləşirdi. Sənəd və pullar məhz həmin kabinetdən yox çıxmışdı. İlk baxışdan şübhəlilər sırasının önündə iş adamının şəxsi sürücüsü və demək olar ki, ən etibarlı adamı Tərxan gəlirdi. Çünki o ofisdə müdüründən sonra seyfin şifrəsini bilən yeganə adam idi. İçərisindəkiləri rahatca oğurlaya və kodu dəyişə bilərdi. İkinci sırada isə qeydiyyatçı qız, Badam dayanırdı. Çünki kabinetə girib çıxan hər kəs birinci Badamla üz-üzə gəlirdi. Badam işləri ilə əlaqədar kabinetin qarşısını 1 dəqiqədən artıq tərk etmirdi. Deməli, belə fərziyyə ilə oğrunu görməmək ehtimalı 0-a bərabər olmalıydı. Növbəti versiya Badamın Tərxanla əlbir olması idi. Bu versiya ağlabatan olsa da praktiki cəhətdən mümkün deyildi. Bəs oğurluğu kim edə bilərdi? Daha doğrusu, gəl əvvəlcə onu bilək, görək sənəd və pullar. Bunlardan da vacib, heç nəyə yaramayan dəvətnamə müəmmalı surətdə qəfildən necə yoxa çıxa bilərdi? Dostunu diqqətlə qulaq asdığını görən Nağızadə davam etdi. Mən əvvəlcə həmin kabinetə baxış keçirtdim. Kabinetdə içəri tərəfdən qapının ağzında güclə seziləcək 2 ədəd yarım dairə şəklində qısa qövsvari cızıq xətt var idi. Döşəmənin çox kiçik bir hissəsi isə cızılmışdı.
Üstəlik içəridə qapının üstündə və pəncərə tərəfdə 2 ədəd video müşahidə kamerası var idi ki, onlar da hər saniyə otaqda baş verən prosesi qeyd edirdilər. Hafiz Xosrovoğlu ilə söhbət əsnasında seyfdən nələrin yoxa çıxması barədə sual verdim. O ilkin olaraq sənəd və pulların oğurlanmasını bildirdi. Hər şeyi dərindən fikirləşməsini xahiş etdikdə isə sənəd və pulların yanında ona verilmiş dəvətnamənin də yoxa çıxmasını yadına saldı. Təsəvvür edirsən, sənəd, pul və dəvətnamə fərqli gözlərə qoyulmuşdu. Oğrunun onu bir yerdə və qarışıq şəkildə götürmək qeyri-mümkün olardı. Belə olan halda necə ola bilərdi ki, etibarlı bir seyfdən oğurluq edilsin? Həmçinin toy dəvətnaməsi axmaq oğrunun nəyinə lazım olacaqdı axı? Lakin hər şey düşünüldüyü kimi deyildi. Əslində seyfdən heç nə oğurlanmamışdı. Sadəcə seyf dəyişdirilmişdi. Başa düşmədim, necə yəni? Dostu eşitdiklərinə inana bilmədi. Onu necə dəyişə bilərdilər, Alxaz? Axı o çox ağırdır. Həm də gərək ki, seyf dəyişdirilərsəydi, onu görən olardı. Kim görməsə də adam 100% görərdi. Bunu ilk vaxtlar mən də sənin kimi düşünə bilərdim. Sadəcə qurulmuş plan mükəmməl olduğundan hər şey zərgər dəqiqliyi ilə hesablanmışdı. Mən iş adamından ofis daxilində son 2 həftə ərzində video müşahidə kameralarında qeyd olunan görüntülərinin surətini istədim. Görüntülərə baxarkən ötən həftənin bazar ertəsi gününə olan tarixdə saat 11:45-də işığın sönməyini müşahidə etdim. Kameralar yenidən işə düşdükdə isə saat 11:47-ni göstərirdi. Deməli, oğurluq 2 dəqiqəlik intervalda baş vermişdi. Hansı peşəkar və qoçaq oğru 2 dəqiqə ərzində $134.000 pulu və sənəd dəstlərini öz çantasına yığa bilərdi? Üstəlik gör nə qədər axmaq olsun ki, orada olan və heç nəyə yaramayan dəvətnaməyə də tamah salıb götürməyə vaxt sərf etsin. Mən ona görə 2 dəqiqəlik interval deyirəm ki, saat 11:47-dən sonrakı görüntülərə əsasən kabinetdə nisbətən fərqli mənzərələr müşahidə etdim. Belə ki, şirkət sahibinə məxsus kabinetdəki kreslo bir qədər sağa meyllənmişdi, səmti isə sola baxırdı. Vacib bir məqam isə ondan ibarət idi ki, əgər oğru qeyri-adi bacarıqla 2 dəqiqə ərzində seyfdəkiləri təmizləyə biləcəkdirsə, bunu yalnız işıq sönməmiş halda edə bilərdi. Çünki elektron seyf yalnız cəriyana qoşulanda işləməli olurdu. Belə olan halda isə onun fəaliyyəti kameralara həkk oluna bilərdi. Deməli, eyni model və markadan olan seyflərin dəyişdirilməsi fərziyyəsi özünü doğruldur. Ağayev və gənc bacarıqlı xəfiyyə dostunun hədsiz maraqla dinlədiyindən sual verib onu mane olmaq istəmirdi. Ofis yenicə istifadəyə verildiyindən 1-2 yüngülvari problem hələlik qalmaqda idi. Bu problemlərdən biri ətrafda təmir, tikinti, həmçinin işıq montajı işləri aparıldığından ofisin elektriklə təchizatında bir neçə dəfə qısa fasilə yaranmasında idi. Digər problem isə ofisin birinci holunun foyeyə açılan qapısı ilə bağlı idi. Belə ki, həmin qapının açılmasında 1-2 dəfə problem yaranmışdı. Bu 2 problemi ümumiləşdirsək, ofisdə oğurluğun baş vermə sahəsini çox asan bir şəkildə canlandırmaq mümkün olar. Deməli, ofisin işıqları plana uyğun bir şəkildə qəfildən sönür. Kompüterdə işləri çox olduğundan badam dərhal aşağı rəmzinin yanına düşür. Çünki rəmzi belə olan vaxtlarda elektrik işlərinə baxan mübarizə zəng edərək işığı yandırmasını xahiş edirdi. Xülasə, işığın sönəcəyi vaxt əvvəlcədən bilən oğru badamın kabinetin ağzında olmamağından istifadə edərək dərhal içəri keçir və seyfi dəyişdirir. Xəfiyyə tənbəllik etməyərək notebook'u gətirib yandırdı. Ofisdən aldığı yaddaş kartını taxaraq söylədiklərini əyani sübutlar vasitəsilə dostuna göstərmək fikrinə düşdü. Bax, bu işığın sönməsinə qədər olan vəziyyətdir. Bu isə sonrakı vəziyyət. Fərqliyi görürsən?
Verdiyi suala təsdiq cavabı alandan sonra söhbətini davam etdi. Mən sənə təxmini mənzərəni başa saldım. Qoy indi real obrazı canlandırım. Deməli, oğru adamın olmamasını istifadə edərək dərhal içəri keçir. Özü ilə gətirdiyi şifrəli seyfi dəyişdirərək dolusu ilə əvəz edir. Düzdür, seyfin çəkisi təxminən 50 kiloya yaxın olsa da, bu bir o qədər də problem yaratmır. Ona ofisin daxilindən heç kim kömək etmir. Təsəvvür edirsən, hər şey necə təbii alınır? Badam işıq sönərkən dərhal Rəmzinin yanına düşür. Rəmzi ona acgözlüklə tamaşa edərkən işıqlar yanır. Buna görə Rəmziyə nə isə deməyə ehtiyac qalmır. O geriyə öz masasına qayıdarkən ofisin birinci holundan foyeyə açılan qapıda problem yaranır. Yəni ki, qapı açılmır. Qapının açılmadığını təbii qarşılayan badam digər qapıdan ikinci hola keçir. Burada qrup rəhbəri Yami Yohansen onu qarşılayır. Bir neçə vacib sənədləri izah edərkən badam onun yanında ləngiyir. Qız oradan təxminən 1-2 dəqiqə vaxt itirir. Sonra isə oradan birinci hola daxil olur. Üst-üstə götürdükdə o təxminən 3 dəqiqədən artıq vaxt sərf edir. Halbuki oğruya 20 saniyə də kifayət idi ki, içəri keçsin, sürətlə seyfi dəyişdirsin. Ən nəhayət, badam içəri keçəndə o yenidən birinci holdan foyeyə çıxır. İkinci hola keçə bilməzdi, çünki yolda onu badam görə bilərdi. Bu qədər sadə və bəsit. Bununla da mükəmməl oğurluq hadisəsi başa çatır. Ayaz Ağayev maraqla soruşdu. Deyirsən, oğruya kimsə kömək etməyib, bəs Rəmzi? Xeyr, oğrunun ofisdə köməkçisi olmayıb. Sadəcə Rəmzi işıqların söndürülməsi vaxtını qabaqcadan bilirdi. Oğru plana əsasən həmin vaxtı gözləyirmiş. Onlar əzbər bilirlərmiş ki, işıq sönərkən badam dərhal aşağı düşəcək. Badam işıq sönən vaxtı Rəmzinin yanına düşəndə işıq yanır. Qız dərhal da geri qayıdır. Bu vaxt oğru birinci holun qapısını arxadan bağlayır. Bununla da qapıda texniki problemlərin baş verdiyi mənzərəsi yaranır. Badam ikinci hola keçəndə oğru oradan əvvəlcə foyeyə, oradan isə ikinci hola daxil olur. Rəmzi də heç nə olmayınmış kimi video müşahidə kamerasının işləməsinin bərpası üçün kompüteri təzədən yandırır. Rəmzinin yeganə, ən böyük səhvi və günahı onda olub ki, o ikili oyun oynayırdı. Bizim bir el məsələmizdə deyildiyi kimi, bir əldə 2 qarpız tuturdu. Mən ofisə ilk dəfə getdiyimdə məni izləyən adamın mövcudluğunu hiss etdim. Əvvəl bunu ifrat şübhələnmək hissi kimi qəbul etdim. Ta o vaxta qədər ki, Rəmzi məni saqqallı formada izləyəndə bu məsələdə yanılmadığımı gördüm. Sövdələşmə sahibinin mənim ofisdəki fəaliyyətimi və gördüyüm işləri əzbər söyləyəndə fikirlərimin doğruluğuna əmin oldum. Rəmzi ikili oyun oynayaraq mənim ofisdə nələr etdiyimi və fəaliyyətimi ofis daxili kamera vasitəsilə izləyərək hər iki tərəfə çatdırırmış. Bəs o peşəkar oğru kimdir? Ayaz Ağayev səbirsizliklə xəbər aldı. Mən sənin yerinə olsaydım sualı başqa cür verərdim. Xəfi ona göz vurdu. Sənədləri oğurlayan peşəkar oğru deyil, onu peşəkar icraçı adlandırmaq daha məntiqli olar. Oğurluğu bir neçə nəfər həyata keçirib. O isə sadəcə müəyyən bir vədin qarşısında icraçı olub. Yaxşı, onda o peşəkar icraçının adı nədir? Qəzənfərli Yavər, Nağazadə təmkinlə cavab verdi. Uşağı əlil olanı deyirsən? Bəli, məhz odur. Mən əslində ən az şübhələndiyim adamların sırasına onu salmışdım. Ta o vaxta qədər ki, bəzi məsələləri çözərək fikrimi dəyişdim. Ofisdəki layihələrə rəhbərlik edən Yomi Yohansen və onun köməkçiləri ilə kömək əsnasında çox şeyi dəqiqləşdirdim. Belə məlum oldu ki, ötən həftənin bazar ertəsi günü avadanlıqda problemlərin olması ilə bağlı onlara müraciət edən şəxslərin arasında Yavər də olmuşdur. O sonradan problemin adi bir naqildə baş verdiyini bildirdikdə onlardan yenisini almışdı.
Amma bu haqda mənə bildirdi ki, onun problemli naqilini yoxlayıblar. Naqil işlək vəziyyətdə olub. Sadəcə Yavər ən uyğun bəhanəni edib və bunu özünün diqqətsizliyi olaraq nümayiş etdirib. Belə olan halda məndə maraqlı gəldi ki, problem naqildə ola-ola niyə görə avadanlığı öz iri təşərli çantasına qoyaraq ofisə gətirmişdi? Məcər dəyişmək üçün o boyda avadanlıq əvəzinə kiçicik bir naqili gətirmək məntiqli olmazdımı? Əslində isə avadanlıq yerinə çantanın içərisində həmin seyfdən olan eyni yenisi yerləşdirilmişdi. Sadəcə çantanı ofisə gətirib problemin olması adı ilə kabinetin qarşısına qoyulmağı peşəkar planı həyata keçirmək üçün dərindən düşünülmüş bir səhnə idi. Çünki çantanı nəinki 2, hətta 1 dəqiqə ərzində kabinetə sürüb seyfləri sürətlə dəyişdirmək mümkündür. Bunu Badam da təsdiqlədi. Çünki ofisə avadanlıq dolu çantanı gətirən proqramçılar onu şirkət sahibinin kabineti qarşısında qoyurdular. Üstəlik də kabinetdə, döşəmədə 2 dairəvi cızıq xətt və bir dənə də bıçağın iti ucuna bənzər kiçicik deşik var idi. Həmin xətlər seyfin ağırlığı nəticəsində avadanlıq üçün nəzərdə tutulan çantanın təkərlərinin saldığı iz, deşik isə seyfin tininin izi idi. Yavər yenisini yerinə qoyanda seyfin ağırlığındanmı, ya özünü itirdiyindənmi ani diqqətsizlik nəticəsində onu əlindən yerə salır. Bir küncü üstə döşəməyə düşmüş seyf taxtanı zədələyir və parlaq döşəmə boyasının rəngini az miqdarda özünə bulaşdırır. Buna fikir vermək qətiyyən Yavərin ağlından da keçməzdi. Amma onun həm bu, həm də dəvətnamə barədə diqqətsizliyi mənim seyfin dəyişdirilməsi versiyamı təsdiqlədi. Xəfiyyə davam etdi. Onu da qeyd edim ki, dəyişdirilməsi üçün nəzərdə tutulmuş dəmir seyf əvvəlcədən alınmışdı. Bu da bir daha onu sübut edir ki, oğurluğa uzun müddətli hazırlıq aparılıbmış. Mən iş adamının kabinetinə ilkin baxış keçirən zaman seyfin üzərində olan holoqram diqqətimi çəkdi. İnternetdən aşkar etdim ki, həmin seyf üzrə satışı Azərbaycandan yalnız bir mağaza şəbəkəsi həyata keçirir. Məhz o holoqram əsasında Nicatın köməkliyi vasitəsilə həmin mağazalardan son həftələr ərzində seyfin kimlər tərəfindən alınmasını öyrəndim. Beləliklə, Yavər mətbəxdə gözləyir və işığın sönməsi ilə əlaqədar Badam aşağı düşəndə, o vaxt itirmədən çantanı dərhal kabinetə salır, tələm-tələsik seyfləri dəyişdirir. Bu zaman ehtiyatsızlıq edən yeni seyfin bir küncü üstə döşəməyə salır. Kreslonun öz vəziyyətini dəyişməsinə də əhəmiyyət vermir. Dolu seyfi çantaya yerləşdirir, yenisi isə onun yerinə qoyur. Ən nəhayət çantanın ağzını bağlayaraq onu əvvəlki vəziyyətdə kabinetin qarşısına qoyur. Sonra da heç nə olmayıbmış kimi oradan uzaqlaşır. Hesabat müddəti bitən kimi isə çantanı ofisdən çıxarıb sürüb gedir. Kimin ağlına gələrdi ki, avadanlıq üçün nəzərdə tutulan çantada pul və sənət dolu seyf olsun? Nağzadə bu dəfə proqramçıların ötən həftə ərzində işlədikləri layihələrin görüntüsündən ibarət yaddaş kartını notebook'a birləşdirdi. Qəzənfərli Yavərdən şübhələnməyimə xeyli əsaslar oldu. O çox savadlı və bacarıqlı proqramçıdır. Kompüterləri və xarici dilləri əla bilir, amma bəzi şeyləri nəzərdən qaçırmışdı. Ötən həftənin bazar ertəsi tarixini göstərən qovluqda Yavərin işlərinin əyani sübutunu özündə əks etdirən video görüntülər var idi. Həmin görüntüləri yavaş-yavaş hərəkət etdirərək dostuna izah etdi. Biz 2 gün bundan əvvəl Qaxa səfər edərkən yol kənarında lövhədə mobil operatorlardan birinin reklamını dəyişirdi. Belə bir reklam Zakatalanın girəcəyindəki lövhədə də var idi. Onlar bildirdilər ki, həmin reklamın son tamamlama işlərini ötən həftənin çərşənbə axşamı səhər saat 8-də bitiriblər. Yavər oğurluğun baş verdiyi gün Zakatalada işləməli idi. Həmin gün ofisdən saat
12:00-dan çıxıb 17:00-da rayon mərkəzinə çatmalı idi. Amma Yavər seyfin oğurlanmasında icraçılıq edərək Zaqatalaya ofisdən çıxarkən dərhal yox, növbəti gün səhər getmişdi. Görünür işini səhvsiz tutmaq üçün səhər saat 5-dən yola çıxıbmış. Yalnız belə olan halda 9-a yaxud 10-a həmin rayona çata bilərdi. Bununla da özü üçün əhəmiyyətsiz, mənim üçün isə böyük bir səhvə yol vermişdir. Belə ki, o kənarında yeni reklam lövhəsi yerləşdirilmiş yolu layihələşdirərkən kompüterin tarixini dəyişdirib, vaxtı bazar ertəsinə, axşam saat 5-ə çəkib, amma reklamın həmin gün dəyişdirilməsinə əhəmiyyət verməyib. Digər bir səhvliyi ondan ibarət idi ki, növbəti kənd yolunun layihəsini işləyərkən adi detala fikir verməyib. Bir bura bax, xəfiyyə növbəti videonu göstərib söhbətinə davam etdi. Bu kənddə naxırı otlağa aparırlar. Layihənin videosunda isə saat 6-nın yarısıdır. İlk baxışdan əhəmiyyətsiz bir görüntüdür, amma naxırdan başı çıxmayan adi, balaca bir uşaq da bilir ki, adətən səhər tezdən naxır evdən otlağa, axşamları isə əksinə gətirilir. Yavərin vaxtı və tarixi dəyişməsi isə bu ahəngi pozur. Axşam 6-nın yarısında heç vaxt əks istiqamətə otlamağa mal-qara aparılmaz. Günəş şüalarının düşmə bucağı da dediklərimi birbaşa təsdiq edir. Ayaz Ağayeva oğurluğun detalları və oğrunun şəxsiyyəti məlum oldu. Amma Viktor Ryazantsevi hardan aşkar etdiyini və bu məsələyə nə aidiyyatı olduğunu öyrənmək olduqca maraqlı gəldi. Sanki onun marağını dostu dərhal sezdi. Əvvəlcədən oğurluğun əcnəbilər tərəfindən yox, yerli proqramçılar tərəfindən edildiyi qənaətinə gəlmişdim. Sonra özlüyümdə şübhəlilərin sırasını 3-ə endirdim. Hafiz Xosrofoğlunun xahişinə uyğun olaraq mən həmin şübhəlilərin özləri ilə ünsiyyət qurmadım. Məcburən başqa adı altında onların ailəsi ilə görüşəsi oldum. Hərəsində bəzi şeylər diqqətimi çəkdi, amma bir məsələ mənim xüsusi marağıma səbəb oldu. Qəzənfərli Yavərə sözsüz ki, fiziki qüsurlu uşağına görə xeyli miqdarda pul lazım idi. Məhz bu məqsədlə Yavərin qardaşı Rusiyadan uşağa kömək etməyə gəlmişdi. Ev sahibəsi onu iş adamı olaraq mənə təqdim etdi. Sözsüz ki, onun iş adamı olmasını əri öz həyat yoldaşı Lamiyə xanıma demişdi. Amma mən onlarda olarkən evdən çıxa-çıxda Yavərin qardaşı ilə rastlaşanda tamamilə başqa şeylər hiss etdim. Onun üz cizgiləri iş adamından daha çox içkiyə aludə olan insan təəssüratı yaradırdı. Onun etdiyi bazarlığa fikir verdim. Təbii ki, içərisində ərzaqdan daha çox spirtli içkilər gözəyirdi. Belə olan halda Rusiyaya, qardaşıma zəng etdim. Sözlərimin təsdiqini tapdım. Onun orada tüfeyli həyat tərzi keçirə-keçirə neçə avtomobil almasına maraqlı deyildimi? Bunun üçün bir tələbə yoldaşıma zəng etdim. Onun vasitəsilə də öyrəndim ki, buradan pulu köçürən Məstanova Sona, qəbul edən isə Viktor Ryazantsevdir. Bu insanları Sənan necə öz əhatəsinə toplaya bilib görəsən? Ağayev növbəti sualını verdi. Viktor Ryazantsev onun köhnə tanışı olub. Sonanı isə əlaltısı uzun tapıb. Sənan şübhəliləri Yavərdən və özündən uzaq etmək üçün Sonanın adından Viktora pul göndərib. Çünki qardaşına göndərsəydi, güman ki, hamısını dağıdacaq, içkiyə sərf edəcəkdi. Viktor da ona həmin pulla maşın və bir qədər geyim alıb, iş adamı görkəminə salaraq, onu qardaşı oğluna kömək etmək məqsədi ilə Azərbaycana göndərib. Belə olan halda hər şey çox təbii görünə bilərdi. Sənan hələlik dindirilməyib. Səncə o niyə uğurladığı sənədləri sifarişçi firmaya ötürməyib? Nə əcəb Xosrovoğlu inşaatı çöktürməyib. Əksinə, əvəzinə bir həftə gözləyiblər. Ayaz maraqla soruşdu. Bu barədə dəqiq bir şey deyə bilmərəm. Əgər Sənan uğurladığı sənədlərlə bir həftəlik gözləmə mövqeyində olubsa, güman ki, sifarişçi firma verdiyi vədi yerinə yetirməyib. Yəqin ki, şərtlər dəyişdirilib.
Belə olan halda Sənan özü üçün yeni müştəri firma axtarmağa məcbur olub. Çünki o sənədləri üçün istənilən firma çox şeydən keçərdi. Hər halda bu təxminən belə olub. İşin bu tərəfi onu dindirmə zamanı bilinəcək. Bəs Yavərin həbsinə niyə razı olmadın? Dostu birdən-birə xəbər aldı. Hardan bilirsən ki, onun həbsini istəmirəm? Nağızadə qəribə tərzdə gülümsədi. Adətən şübhələndiyin insanların həbs edilməsi detallarını əvvəlcədən cızırsan. Yavərin doğru olduğunu 2 gün qabaqcadan bilsən də, nədənsə onun həbsini heç kimdən istəmədin. Bayaq biz Sənanı və onun adamını tutanda da sustun. Doğru bilmisən, əziz dostum. Biz insanlar səhv addımları bəzən əlacsızlıqdan atırıq. Sonunu düşünsək də, düşünməsək də, mövcud vəziyyətimiz buna sirayət edir. O haradan biləydi ki, etdiyi uğurluğun fonunda 2 nəfər həyatından mərhum olacaq. Axı seyfdəki pullardan da bixəbər idi. Ona sadəcə etdiyi bu hərəkətinə görə uşağının müalicə pulunu verəcəkdilər. Kim bilir, bəlkə də verməyəcəkdilər. Amma bu onun ən son şansı idi. Başqa seçimi yox idi. Təsəvvür edirsən? Alternativ variant onun üçün yox dərəcədə idi. Tutaq ki, biz Yavəri həbs elədik. Onu təkcə uğurluqda yox, mütəşəkkil dəstə ilə əlbir olmaqda, adam öldürülməsində iştirak etməkdə və başqa şeylərdə ittiham edəcəklər. Belə olan halda isə möcüzə nəticəsində ən yaxşı halda 10-15 il həbs cəzası alacaq. Həbsdən qaydanda da qardaşının onun mənzilini satıb pullarını havaya sovurduğunun şahidi olacaq. Hamilə yoldaşının isə əlil uşaqla hara yoxda çıxdığını belə bilməyəcək. Axı nə Yavərin, nə də yoldaşının onun ailəsinə sahib çıxıb saxlayacaq qohumu, dostu yoxdur. Ailə dağıtmaq çox asandır. Güya yanlış qərarlardan tutulub həbsə atılanlar və bunun da nəticəsində ailəsi dağılanlar azdır. Bunu isə nə sən, nə mən, nə də insanlığı bəsit formada anlayan bir kimsə istəyər. Biz onun əli uşağının sağalması ilə bağlı arzularını yarımçıq qoya bilmərik, Ayaz. Yavəri onun məsum arzuları naminə əfv elədin? Bəli, yalnız məsum arzuları naminə. Qoy bu həm də ona bir insanlıq dərsi olsun. Bəlkə də uşağı ilə əlaqədar ona qarşı atılmış bu addım heç zaman unuda bilməyəcək. Həmişə müsbət işlər görməyə çalışacaq. Mən gənc dostumdan başqa şey gözləyə də bilməzdim. Onu həbs etməklə bağlı qərarını dəstəkləyirəm. Xəfiyyə çantadakı pulları saydı. 78.700 ABŞ dolları məbləğində pul var idi. Pulu 2 yerə ayırdı. 28.700 təzədən qaytarıb çantaya yerləşdirdi. 50.000-ni isə ayrıca qara paketə qoydu. Bu mənim qanararımdır. Dostuna baxıb bic-bic gülümsəyərək əli ilə paketə işarə etdi. Onun qanarar deyərkən nəyə eyham vurduğunu bu dəfə Ayaz Ağayev yaxşı başa düşdü. Yavaş və sakit tərzdə pıçıldadı. Məsum arzular naminə əfv.